Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil. Beyin mühendisliğine qarşı əski Türkçə əski kitablar proqramının 344-cü bölümün Allahın lütf və kərəmi ilə başlayıram. Allaha şükür olsun. Dünənləri Mevlana'nın şərhi bir şərhi oxuduq Mevlana'dan ki Sultan Məhmud Xan İbni Sultan Mustafa Xan dövründə yazılıbdır və bu adamın adından bildik. Yəni o dövrdə yazılmasını oradan bildik. Vəqfidən bildik. Əslində kitabın əvvəlində vəqf var idi. O vəqfidə Sultan Məhmud əvvəlin, yəni Sultan Məhmud Xan İbni Sultan Mustafa Xan onu vəqf elədiyini bildik. Kitab onun həyatında yazılar 1143-cü ildən ta 1168-ci iləcən bu ortada yazılmalıdır. Çünki bu ortada bu adam bu kitabı Allah rəhmət eləsin vəqf eləyibdir. Əlbəttə iştibah elədim. Məsnəvinin şərhin bilmədik kim yazıbdır. Çünki kitabın əvvəli yanıbdır və çürüyüb gedibdir. Kitabın sonu da düşübdür. Və bu 7-ci cildidir. O birisi 6 cildidir. Əlbəttə tam tapa bilər ki, bu hansı zaman yazılıbdır. İkinci kitab ki oxuduq, adı Qəsidə-i Bürdədir. O Qəsidə-i Bürdənin bu dediyim Sultan Məhmud əvvəlin zamanında yazılıbdır. Onu mən dünən hesablamadım neçə il bundan əvvəl olar. Onu burada hesablasaq 1447-ci ildir, yox. Ondan çıxsaq 1143. 1143-də şahlığa çıxıb, ona görə deyirəm 1140. Deyək ki 50 qoyaq əslən. Çünki 68-də hətta 60 qoysaq 1160. Bunu 2-dən az silsaq 60 yazsaq və 287 il öncə bu kitab yazılmış olar. Yəni 287 il ən azı il öncə əgər 1160 hicri fərz eləmiş olsaq. Tamam. Belə bir iki kitabla qarşı-qarşıyayıq. Amma Mevlana'nın kitabı çox ciddi mənə düşüncələr verir. Düzünü axtarsaz bu günlərdə bir uzun bir yazı yazdım. Çox ciddi mənə bu kitab şey verir. Düşüncə verir ki, orada ciddi məsələlər mətrah olubdur. Gedək bu günləri bizim dədə-babalarımız, türk dədə-babalarımız, müsəlman türk dədə-babalarımızı ehtimalən hansı kitablar bizə yadigar qoyublar, biz onları oxuyaq və etdiyimiz yolu tapaq, oradan çıxaq, gələk. Tamam. Səadətnamə, bunu oxuduq, məclisdədir. Funun-i bəlağət və təndili, Nəhalistan, fəqir, təlim ulum, bunları oxuduq keçən günlərdə. Məsnəvi şərhi və Qəsidə-i Burdə, bunları oxuduq. İndi Cəvahirül Hikmət və Cəvahirül Hikmətin yanında bir ayrı bir kitab da açaq. Elmül Hal. Elmül Hal haqqında buradan iki kitab görmüşük. Əcəba bu onlardan biridir, yadıma gəlmir ki, bunu görmüş olmuş olam. Amma nə oldu? Burada bir iki dənə məsələ dəydi bir-biri ilə fərqli açıldı. Niyə bu? Fərqli açıldı, orasını bilmədim. Tamam, biri budur və o birisi hardadır?
Biri də budur. Tamam, bunu bağlayıq, təzəşdən ki, burada açılsın. Elmül hal. Yine ayrı açıldı. Cəlibdir bu. Öz-özünə bir müstəqil kitab kimi açılır və o birislərlə bərabər açılmır. Hər halda ol ki, neyləmək, beləsi baxarıq, görürük ki, bu niyə beləsi açılır. Gedək əvvəl birinci kitabımıza görək ki, bu birinci kitabımız Dünənləri Məsnəviyə şərhi. Bu çox gözəl bir şərhidir. Neçə qələmlə yazılıbdır. Qəsidi buradan da burada gördük. Amma Cəvahirül Hikmətə bir baxaq. Əvvəl kitabı oracan ki, mümkündür kiçik eləyək. Bundan izafi kiçik olmur ki, yerləşsin bura. Kitabın cildini görürük. Bu elə bu vəziyyət göstərir ki, bir ayrı yerdə saxlanır. Əvvəlində heç nə bir danışqaha ilgisi var, nə bir şeyə ilgisi var ehtimalən. Test target. Burada test olmaq üçün bir əks salıblar beləsi. O dərdə dəyməz. Bu səfə heçdir. Yəni bir səfəni buradan çıxmalıyıq. Cəvahirül Hikmət 146 səhifə görsənir ki, bunun PDF-də üçün hər səfəsində 2 səhifə görsənir. 73 olacaqdır. Buradan bir səfəsini hələ feylən çıxmalıyıq. Kitab görürük ki, çox bir qızıl deyirlər buna. Qızılla dövrəsi təzhib olubdur. Ortasında da bir çox gözəl nəqşəsi var, amma çox işlənibdir. Kitabın hər tərəfi təqribən çürüyübdür, köhnəlib və çürüyübdür. Bunu həm Şirazə tərəfində görürük, həm kitabın hər tərəfində görürük. Hətta o qızıl da təqribən demək olar ki, gedibdir, köhnəlib aradan gedibdir. Təəssüflə dedim, bundan izafə bu kiçikləşmir ki, kitabı daha çox görürsünüz. O bir səhifələrə baxaq. O səhifələrdə də o cürdür, elə yenə yekədir. Kitabın içini açıbdır, cildi açıb beləsi. Görürük ki, Osmanlı dövründə suyun üzündə çəkilən nəqqaşi ilə bu 2 səfə təzyin olubdur, gözəlləşdirib, bəzənibdir. Türkçəsi bəzənməkdir, təzyin ərəbcədir. O birisi səhifəyə gedirik, görürük ki, yenə 2 dənə səhifədir. Yəni o cildin yapışan səhifəni, o birisi səhifəni açanda görürük ki, bu da yazılar yazılıblar. Əcəba nədir? Vəsayay hükəma. İsmül kitab Cəvahirül Hikmət. Kitabın adı elə burada yazıblar Cəvahirül. Haza vəsayay hükəma və bəzül hikayətül qıssətil meylətül bil münasibəti el-qəsirul meynilətül bil münasibə. Belə bir adı oxuya bilmədim onun adı. Nədarəddin mən canan nida nə oxunacaqdır. Mən belə xətləri oxuya bilmirəm. Yəni kəlmələr bir-birinin içində yazılıbdır. Biraz da məsələn gözəl yazılıbdır. Məsələn bu mənə gözəl deyil. Çünki oxuya bilmirəm, oxumağında zorlanıram. Heç ikisini də oxuya bilmədim. Kovsar midarətdir, mədarətdir, nədir? Nədarəddini mərdinimiz yox. Canan mücrimi məhrum tər az mən. Ədəb dilişd. Oxuya bilmirəm. Yəni bu cür bir şeirləri oxumadığım üçün mənə əslən onun ərzişi, hətta gözəllik ərzişi də yoxdur. Və vaqiəiyyətdə desək, bəzi xətləri ki, insanlar baxırlar, keyf eləyirlər. Mən onları nəqqaşi olaraq da baxanda keyf eləyə bilmirəm, çünki anlamıram. Anlamadığım üçün də qalıram. Yenə aşağıda bir ayrı xətdən yazıb ki, Cəvahirül Hikmət li Hüseyn ibn Məhəmməd Amiri əlləfəhu suəl Katibi divan. Bu katibi divan kimdir? Divan yəni dövlət insanıdır. Əlləfəhu li Sultan Məhəmməd Xan ibn Sultan İbrahim min
58 ilə 1099 arasında bu sultan deyir yaşayıbdı. Aşağıda əlbəttə bu yazını sonralar qoyublar da o Osmanlı dövründə yox. Bunu Atatürkdən sonra şey değişibdi. O zamanlar bunu yazmağa bir nəfər başlayıbdı, biləsiniz yazıbdı. Kitabın o birisi səhifəsində arxada o üzdə ki gözəl yazmışdı. Məsələn, onun rəngi düşübdü. Bu birisi səhifəsində min məvahibir Rabbil Kərim ilə abdihil fəqir gənc Məhəmməd Paşa Zadi Hac İbrahim. Bu da şeydir, kitabın sahibidir. Gənc Məhəmməd Paşa, adı Gənc Məhəmməd Paşadır və Hac İbrahimin də oğludur. 1210-da bu kitabı əldə edibdi. Yəni o şahın əgər Gənc Məhəmməd Paşa, burada da yazıb elə Gənc Məhəmməd Paşa. İstirdim bu birisi səhifəyə gedəm, necə oldu? Burada yazmışdı ki, kimdir? Sultan Məhəmməd xan. Onun dövrəsində o 1099-acan diri qalmışmış. Bu kitab ondan neçə il sonra 1215-də yazılsa, yəni 1016 il zat sonra 116 il zat sonra yazılıbdı. Burada da yazıb vəsaya əxlaq bilmirəm nədir. Kitabın özünə baxırıq. Mütəəssifانه dediyim kimi bu kiçikləşmir ki, yerləşsin səhifəyə. Görürük ki, bir gözəl bunun şeyi vardı. Dünənki kitaba tay. Dünənki də Osmanlıda yazıla bənzir, amma ola bilərdi ki, dünənləri o özəlliklə Qəsidə-i Bürdə o Osmanlıda yazılmış ola bilərdi. Amma formu fərqli idi. Yəni o təzhib ki var idi, o çox fərqli idi. Ehtimal verirəm ki, Osmanlının məmləkətlərinin birində yazılıbdı. Bu birisi isə bu da yenə də biraz fərqlidir və Bismillahirrahmanirrahim o kaşinin içində yazılıbdı. Onun da üstündə o günbəz olan və günbəzin yanından yarım olan və onların üstündən göyə ərşə tərəf gedən də çəkilibdir. Çox gözəl rənginlə, eyni halda ki mavi rəng burada da, yəni o mavi desək nə deyək? Bura deyək ki, biz Qəradağda göy deyirik. Təbrizdə abi deyirlər farslardan alaraq. Bu göy rəngin əksəriyyəti tutubdur, sonra da zeytunidir, yəni həman qızıl rəngində. Kitabın xətti çox əla bir xətti vardı. Bir iddia, yəni ərəbcə yazılan yerlər üstlərinin səsi də qoyulubdur, bəzi kəlmələrin səsi qoyulubdur, qalan səsi qoyulubdur, amma ayə kimi yazılıbdır. Yəni hər ayənin başında bir dairə çəkilir. Burada da o cür bir dairə çəkilibdir. Hər indi vəqf yeridir, yəni virgül olan yer lazım ola, ya şey olan yer lazım ola, o cür şey. Çox bir gözəl dövrəsinə də çarçivə ilə bir qab çəkiblər. Bu çarçivəyə salıblar ki, 2 dana xətt, qərə xətt bir-biri ilə çox az, yarım milimetr aralıqda bir-biri ilə, sonra bir 2 milimetr ya o qədər ara yenə bir xətt qərə və onun arasında zeytuni ilə rəhləyiblər. Elə bu vəziyyətlə də tamam kitab bu cürsü rəhlənibdir. Çox gözəl bir kitabla qarşı-qarşıyıq. Bu kitab səfəsi çox yekə olduğu üçün yerləşmir. Buradan da görmədik bu hangi şeydə saxlanır, hangi kitabxanada saxlanır, onu da buradan görməmişik. Umaram ki, sonki səhifələrdə bu kitabın bunu bir cür eləyəndə vuranda gedirdi, amma indi bu bilmirəm ki, nə cür. Getdik kitabın axirinə. Qeydaq bir buradan beləsi gedək, bunlar dedik, bablar dedik. Kitab 73 səhifə dediyi üçün biz bunların hərəsindən bir dənə görsək, bəzi kəlmələr
nə cür deyərəm, qırmızı yazılıbdır. Yenə də dediyim kimi o şeylər bəzi bəli kitabın əslisi qərədir, bəli orada burada sarı rənginlə ya qızıl rənginlə də yazılıbdır. Bunu da görürük. Dedim Quran ayələri gəldiyi yerdə onlara səs qoyubdur. O birisi yazıların səsini görmürük. Yazı çox əla bir yazıdır, çox əla. Kitab özü də əladır. Kitabın qıraqlarında köhnəliyi görürük, amma mətndə də o Şirazənin cırılmasını kamildə görməsək, amma bir-birindən ayrılmaq kimi gəlib duruma yetişdiyini görə bilirik. Hətta burada görürük ki, bir çəsbi yapışqanla bir kağız yapışdırıblar kitabın orasına. Bunu orada görürük və beləsi davam edirəm. Biraz da burada hər yerdə nədirsə, aha bablarındır. Dedim bə bismillahlar da o cür geçi yazıbdır. Bəzi xətlər, kitab səfəsi nazikdir. Əvvəl bunu deyək ki, səfə nazikdir, yəni kağız nazikdir. Nazik olduğu üçün də bu yüzdə yazılan o yüzdə görsənir, o yüzdə yazılan bu yüzdə görsənir. Bir-birinə biraz qəranlıq salıblar. Amma bununla belə kitab kamilən gözəl oxunur. Yəni bunun oxunmağında bir müşkül icad eləməyibdir. Əlbəttə baxmamışam, görürəm ki, əcəba səhifələr cırılıb ya yox. Çünki kitab deyirəm getmədiyi üçün də mən bunu şey eləyə bilmirəm. Yəni bilmirəm bir səhifəni düz aparıram ya yox. Birinci dəfədir ki, bir yerdə görürəm ki, Həzrət Zülqərneyn kibar Awliyaullah'dan olduğundan şək yox, nübüvvətində ixtilaf olunmuşdur. Zamanı çox müqəddəm olub İbrahim əleyhissalam ilə müasirdir. Tamam, belə bir şeydi qıraqda yazıbdır. Kitabı üçün şey eləyə bilməm, daha sürətlə bunu gedək və kitabın sonuna. Gəldik kitabın sonuna, görək ki, kitabın sonunda bir tarix zat görə bilərik. Son səhifəyə bir göz beləsi dolandırıram, o İranda tondxani deyirlər. Yoxdur. Kitabın sonu yenə Osmanlı dövründə bir nəqqaşı ilə, aynı nəqqaşıdan ki, birinci bölümdə var idi, aynı nəqqaşıdan yenə burada var. Görüb bəndi Müstəfa İbni Şeyh İbrahim Əfəndi. Şeyx olacaq hətmən. Bu o cür şeyh yazıbdır. Orada bu da cildin yenə də bu yüzdə də aynı, o birisi tərəf təsib olubdur. Əlbəttə burada daha o cırıq çox görsənir. Yəni çürümək burada çox görsənir. Gələk kitabın yenə əvvəlindən başlayaq. Bu iki səhifəni oxuya bildiyimizi oxuya bildik, oxuya bilmədiyimiz də heç. Buradan da gəldik. Kitab kimin əlindədir? Gələk kitabı Bismillahirrahmanirrahim. Həmd-i biqiyas və şükri bilsas. Nə deməkdir? Bilmirəm. Şükür ba əsas da ola bilər. Ol xaliq-i kəvn və məkan və ol razıq-i üns-u canə ki, لقد خلقنا الانسان فی احسن تقویم مضمون شریفینجا ذات انسانی احسن ذات و مظهر ذات و صفات و انواع کمالات الى جریده عجایب مخلوقات و جزیده غرایب موجودات و تعدیل مزاج و نطق فصیح حکمت امتزاج ایله جمله حیواناتdan ممتاز و لقد کرمنا بنی آدم و حملناهم فی البر و البحر و رزقناهم من الطیبات و فضلناهم علی کثیر ممن خلقنا تفضیلا. مضمون فضیلت مشهونینجا bəzidən müfəzzəl və insan olacaqdır. Hər halda bu düşübdür. Və təqvim din و dövlət və nizam mülk millət və e'lan qavaid şər'i mübin və eyqan ضوابط حق یقین üçün مسند نشینی دنا فتدلا
دنا فتدلا و şirin kelam ve ma yentugu anil hava Kur'an'dan cenab etti bir. Orada ihtimalen deni fetedelli tedella ihtimalen bu da ya Arapçadır ya Kur'an'dan götürülmüş bir şey. Çünkü sesi var üstünde ve Arapçadır. Yani Arapça ya zərbül məsəldir ya Kur'an'dan götürülübdür. İstəyirəm bunu deyəm. Və şirin kəlamı və ma yentiqu anil hava. Bu da Hazreti Muhammedə xitab Kur'an'da bir ayədəndir. Və məhrəmi əsrar ma auha və sultan enbiya və rusul və burhan əsfiya sübul. Burada bir kəlmə yazılıbdır. Bir ayrı rəhdə. Amma təqribən demək olar ki, oxunmur. İlla ki bu bilmirəm nə oxunar. Yəni limuallifihi oxudum mən bunu. Yəni yazan bunu görək nə deyibdir. Dəlil rahi Huda Mustafa Rasulullah Şəfii Ruz Cəza Mustafa. Aha, şeirdir. Limuallifi muallif belə bir şeiri yazıbdır. Dəlil rahi Huda Mustafa Rasulullah Şəfii Ruz Cəza Mustafa Rasulullah cəhanə gəldi. Bil balend etti. Bülend etti dinin eyvanın. Balend kimi yazıb bülənd. Bülənd etdi dinin eyvanın. Gedək o birisi 2 səhifəyə. Sarasar olmuş ikən dəhr küfr ilə pamal. Nə şübhə fəxri Resul nə şübhə fəxri Resul əfzəlül bəşər oldur. Odur yəni. Oldur. Cəmi-i kön-ü məkan oldu. Ana şahid hal. İhtimalən yenə şeirdir. Elə onun davamıdır. Mən beləsi şey oxuram. Yəni Cəmi-i kön-ü məkan oldu. Ana şahid hal. Anınla büldü səfa. Huru cənnət-ü rizvan. Anın üçün etdi bu xəlqi məhimən و mütəal. Odur xülasəyi kövneyn و فخر مخلوقات رسول حضرت باری معین ümmeti zal. Rəfiqi cənnətü həm yar qaridir. Siddiq ki buldi anun ilə din Əhməd istikmal. Birisi Hazreti Faruk, birisi Zennureyn. Zennureyn fikir Ömər Həzrətləri ya Əbu Bəkr Həzrətlərindən danışır ki, Hazreti Zennureyn deyilir ona. Çünki Hazreti Rəsulun 2 qızı ilə evlənibdir. Birisi Zennureyn, birisi dahi Ali namidir mübarək fal. 2 gövhər ki hüsnüdür biri Hüseyn şəhid. 2 gövhər ki Həsəndir biri Hüseyn şəhid. Ki anlar ilə edərdi Rəsul dəf'i məlal. Həmişə روزəsinə alinə səhabinə. Həmişə روزəsinə alinə səhabəsinə. هزار الف صلات و سلام اولا ارسال. حضرتنی و ما ارسلناک الا رحمتا للعالمین مضمون şerifince Burazın fikrim şeiridir o Hazreti Necan. Hazretini ve ma erselnake illa rahmeten lil alemin məzmun şərifincə əmniyyət aləm və rəhmət bəni Adəm üçün ihda və hər əsrdə səbəb arayış aləm və asayış bəni Adəm üçün xulafay ədl ayin və şəhnşəhan ruy zəminləri متوج تاج sözündən متوج تاج ابتاج سلطنت eyləyib və Rəbbükə یخلق ما یشاء و یختار ixtiyarınca zimam iqtidari yedi bəxtiyarlarına təslim və icrای احکام اوامل و نواهی الهی عقل و
əql onis və nütq nəfislərinə, əql anis və nütq nəfislərinə تعلیق و اعطا و با خصوص سلطان سلاطین جهان adını indicəlir ihtimalən desin padişahان آل عثمان'dan خلیفه zaman Süleyman Mekan Skəndər unvan genə də limuəllifihi bir şeir gətirir bu sultanın haqqında. Mən əgər bunu oxuya bilsəm əlbəttə. پادشاهی جمحشم سلطان محمد غازی çim. Pəs adı nədir? Kitabın əvvəl adını yazaq. Kitabın adı Cəvahirul Həkəm idi əgər səhv eləməsəm, amma qalsın bu. Çağın yazaq, çağ. Hangi çağda? Padişahi Cəmhişəm Sultan Muhammed Qazi. Sultan Məhəmməd Qazi. Hansısıdır görək? Padişahi Cəmhişəm Sultan Məhəmməd Qazi kim hüsn xulqi fəxr aləm xəlq hüsnün məstəri kamil əxlaq sadiq dil vilayət mərtəbə bir mələik sirəti yo surət hidayət məzhəri gəlməmiş bu bir böylənin əxlaqı tinət aləmə. Görməmiş çeşmi cahan bir böylə vala cühəri. Hüsn xulqi fəzl həqdən məhz rəhmət aləmə. مشرق نور تجلی طبع پاک انوری مطلعی صبح سعادت منبع عدل و وقار مرجع جمله سلاطین جهان خاکی دری قهر و لطفی عالمه سرمایه امن و امان آسمانساز ذل عدلی سایبانی کشوری بیم قهری آتش اندازی جگرخای عدو امن لطفی فیض بخش دوستان کمتری آفتابی دولتی پرنور olub daim ola Hazreti Allah müini اولیاlar rəhbəri Sultan Məhəmməd Xan ibni Sultan İbrahim Xan ibni Sultan Əhməd Xan. Pəs bir də Sultan ibn Sultan və Xaqan ibn Xaqan Sultan Məhəmməd Xan ibn Sultan İbrahim Xan ibn Sultan Əhməd Xan. Yenə də babasının adını daşıyırmış. Əhməd Xan xələdəllahu subhanahu və teala mülkəhu və sultanəhu və əfazə aləl-alə zat-ı hüsnülə və sifat-ı müstəhsənələri عدل آرا و bir شهنشاه شریعت ابتدایی خلقی خلیفه زمان فتبارک الله احسن الخالقین زهی قادر çi feyzi sünündən bir avuz nimetlər eyləyib ehsan kimi cahilə mükərrəm edib kimini cahilə mükərrəm edib kimin etmiş zəlil و sərgərdan ما شکرناک حق شکرک ما شکرناک حق şükrek əczincə limuəllifi. Şimdi də burada ehtimalən şeiridir. Mən gələ eləyə bilsəm oxuyam. Müəllif yazıbdır. Kimsənə mümkün kərəm o lütfünün kimsə nə mümkün kərəm o lütfünün neməti şükrini əda eyləyə. Rəhm edə aciz qulunun dərdinə yenə məkr kəndü dəva yenə məgər kəndü dəva eyləyə. Səbəbi təlifi kitab. İndi burada bu fəqir və həqir və qəlilül bəzaə kim yazıbdır? Yazar. Səbəbi təlifi kitab qırmızı xəttinə yazıbdır qalanı. Bu həqir və qəlilil bəzaə li müəllifi özündən bir şeir yenə özü haqqında ehtimalən.
Hər nəfəs, hər halidə Rəbbi qəfurun hamidi. Raziyül muxlis Hüseyn İbni Əcəbə bu Ahmedi Raziyül Əcəbə adı bu Razi. Razi olacaq. Razi muxlisi heç. Razi el-Muxlis Hüseyn ibn Muhammed Ahmedi Qəfərəllah ləhu və livalideyhi və həsənəllahu ileyhima və ileykə və valideyni ayrı öndən valideyni ayrıvandan ihtimalen. Burada bir şey yazıb, eyni görək mən bunu. Valideyni İrəvandan mən oxuram. Ayrıatdan oxunmur. Nə demək olar? Valideyni İrəvandan və həqirin mövludi əməl ilə müsəmma Diyarbəkirdən. Ahməd ki orada vardı, Məhəmməd Ahmədi, Məhəmməd ibn Ahmədi adı budur elə. Raziyül Muxlis Hüseyn ibn Məhəmməd Ahmədi Qəfərəllahu ləhu və livalideyhi və ləhəsənəllahu ileyhima və ileykə. Valideyni İrəvandan, dədəsi İrəvandandır, dədəsi və nənəsi. Və həqirin mövludu, doğulduğu yer Ahmədi ilə müsəmma Diyarbəkirdən. Calibdir bu kitab. Valideyni İrəvandan və həqirin mövludi, məhəl yeri Ahmədi ilə müsəmma. Ahmədi bir yeridir, bir torpağın bir hissəsidir, bir kətdir filandır. Diyarbəkirdən və Divan-ı Humayun katiblərinin dai kəmtərinindən olub. Divan-ı Humayundur. Yəni bu şahın ki dedik adı Sultan Məhəmməd ibn Sultan İbrahim xan ibn Sultan Əhməd xanın dövründə katib olubdur. Və Divan-ı Humayunun katiblərinin dai kəmtərinindən olub. Məhd-i tüfuliyyətdən əhd-i şeyxuxiyyədədək qocalıb, yəni bu sində qocalıbdır. İzzət-u rəfət-u və səəti qudrət ilə sazgar və bəzi iyalətlərdə ruznamə və müqabilə və dəftəri kərxudalığı və timar dəftərdarlığı və bəylər divan kitabəti məquləsi xidmətlərdə sərfi qudrət edə davam ömrü dövlət şəhriyar gərdun viqar ilə oqat güzar ikən. Şeir. İndi buradan bizə bir şeir yazır, ərəbcədir. Buradan indi bu adamın özünə bildik ki, özü Diyarbəkirdə Ahmədi adlı bir yerdə doğulubdur. Calibdir bu kitab bizə bir yerin adını verir Diyarbəkirdə. Amma dədənəsi İrəvandan gəlibdir. Demir ki, türkdür, ermənidir. Bəllidir ki, buradan əlbəttə kitabın əvvəlində mən bunu bir diqqət eləmədim ki, əcəba kitabın əvvəlində Həzrət Muhammədə ehtiramın, hürmətin göstərdi ya yox. Padişah bəli, Həzrət Rəsula hürmətin göstərdi, yəni müsəlmandır. Bəli, Mustafa Rasulullah haqqında böyük bir şeylər yazdı. İndi gəldik bu səhifədə ona. Amma bunu getməmişdən qabaq əvvəl görək ki, bu kitab hansı tarixdə yazılmış ola bilər. Sultan Məhəmməd ibn Sultan İbrahim xan İbrahim ibn Sultan Əhməd xan görək bu haqda bir məlumat verir ya yox. Sultan Məhəmməd 3-cü Məhəmməd.
Burada əvvəldə bir açaq. 3-cü Sultan Məhəmməd Osmanlı İmperatorluğunun 13-cü padişahı və 94-cü İslam xəlifəsidir. Əcəb. O tarixləri içində miladi yazıbdı. 1566-dan ildə dünyaya göz açmış və 1595-dən 1603-ə qədər də 8 il hökumət etmişdir. Bu tarixi şəxsiyyət haqqında əsas nöqtələr bunlardan ibarətdir. Tarixləri nədənsə mən bunu başarmıram ki, tarixlərini çevirsinəm. Tarixləri hicri yazar mısın? Tamam. Dedi ki, bu adamın şəxsiyyətin türməsi. O, Sultan 3-cü Murad və Səfiyyə Sultanın oğludur. 3-cü Muradın və Səfiyyə Xatunun oğludur. Qeyd etmək lazımdır ki, söz konusu olan şəcərədə Sultan İbrahim və Sultan Əhməd xan nəvə-nəticə rabitəsi baxımından fərqli dövrlərə aiddirlər. Osmanlı tarixində Sultan 1-ci Əhməd 3-cü Məhəmmədin oğlu, Sultan İbrahim isə onun nəvəsidir, 1-ci Əhmədin oğlu. Hökumət dövrü. Onun padişahlığı dövründə Osmanlı dövləti həm qərbidə Otriş ilə 15 il sürən savaşlar, həm də şərqidə Səfəvilər ilə ciddi mübarizələr aparırdı. 20 İri Fatihi 1596-cı ildə Məcaristanda baş verən Haçua Kristestes meydanı döyüşündə böyük bir zəfər qazanmışdır. Bu döyüşdən sonra ona 20 Fatihi ləqəbi verildi. Daxili vəziyyət. Onun dövründə, hər halda qeydək bura, əlbəttə hörmətli tədqiqatçı, istəyiniz tarixləri hicri qəməri təqvimi ilə belə tənzim etmək olar. Sultan 3-cü Məhəmməd 974 ilə 1012-ci il arasında yaşayıbdır. Bu şəxsiyyətin tarixi həyatında önəmli olan tarixləri hicri təqvimi əsasında bunlardan ibarətdir. Doğum tarixi 26 Ramazan 973 ya da 974, burada bir şey var, ya da 974, yəni ilində biraz bir il o öz büyüzdür. 20 döyüşü filan il, yəni 1005-ci ildə savaşa giribdir. 73-74-də olsa, deyək ki, 27 yaşında, 30 yaşında savaşa giribdir. 1005 olsa. Bu savaşda 18 Rəcəb 1112 100 yox, 1012 üzr istəyirəm. Hicri qəməridir hər ikisi. İstanbulda Əyasufiyyə məcmuəsində öz adına tikilən türbədə dəfn olunmuşdur. Şəcərə haqqında kiçik bir nüktə. Sultan Məhəmmədin atası Sultan 3-cü Murad. Dedik ki, Sultan Məhəmməd ibn Sultan nə cür olubdur? Sultan Məhəmməd ibn Sultan İbrahim xan ibn Sultan Əhməd xan. Sultan Məhəmmədin atası Sultan 3-cü Murad. Vəfatı 1003-də olubdur. Yəni, atası dirikən şahlığa çıxıbdır. Onun oğlu Sultan 1-ci Əhməd. Vəfatı 1026-da olubdur. Və nəvəsi 1-ci Əhmədin oğlu Sultan İbrahim. Vəfatı 1058-dədir. Bu nəcür oldu? Biraz qatışdırdı. Bu baxımdan sizin qeyd etdiyiniz şəcərə tərtibində
oğlunun atadan qabaq gəlməsi ya da nəslin fərqli olması tarixlərin tətbiqi dəqiq üçün önəmlidir. Kitabla şeyin arasında bir şey var. Gedək kitaba. Bir də kitabdan baxaq görək ki, burada o eybi irad hardan başladı? Bir səhifə gedək. Aha. Dedi ki, bu adam dedi ki, Hazreti Allah müəyyəni awliyalar rəhbəri Sultan İbn Sultan və Xaqan İbn Xaqan, Sultan Məhəmməd Xan İbn Sultan İbrahim Xan İbn Sultan Əhməd Xan. Yəni biz dedik Sultan Məhəmməd Xan İbn Sultan İbrahim Xan İbn Sultan Əhməd Xan. Bu deyir ki, yəni tərsə yazılıbdır. Yəni bu şey deyir ki, bu Cimnay bunu deyir tərsə yazılıbdır. Bunun tərsidir. Sultan Məhəmmədin atası 3-cü Murad. Burada Murad yoxdur. Ehtimalən mən gərək deyəm ki, bu Cimnay qələt deyir. Bu qələt demir. Yəni kitab onun əsrində yaşadığı üçün onu doğru yazar. Biz əgər istəyək təsih eləyək, Cimnayı təsih eləməliyik. Bu şeyi yox. Amma görək ki, bir ayrı sual soruşaq. Görək, əcəba görək bu haqda bir məlumat verə bilir. Razi Hüseyn İbn Məhəmməd Amədi. Görək belə bir adam tanıyır. Hüseyn ibn Məhəmməd ibn Əbi Rıza Hənifi Amədi 8-ci və 9-cu hicri əsrlərin önəmli alim, ədib və katiblərindən biridir. O, özəlliklə dilçilik, ədəbiyyat və tarix sahələrində etdiyi əsərlərlə tanınır. Bu şəxsiyyət haqqında əsas tarixi və bibliografik bilgilər bunlardan ibarətdir. Kimliyi: o, Aməd, bugünkü Diyarbəkir şəhərindən çıxmış bir şəxsiyyətdir. Əsərlərində Amədi nəsəbəsini işlətməsi ona görə nəhv və məani elmilərinə hakim idi. Əsərləri: onun ən məşhur əsərlərindən Cəvahirül Kələmat adlı əsərdir ki, bu kitabda kəlmələrin kökü, dil və mənaları haqqında dərin araşdırmalar aparmışdır. Tarix: Hicri. Onun həyatının 3 dövrü 800-cü Hicri olmaz ki, bu adam dedi ki 800-cü Hicri illərin əvvəllərinə müsadif edir. Bəzi qaynaqlarda vəfat tarixi 810 olur. Bu şahda bu dediyinə görə, əlbəttə Cimnay qələt deyir. Mən Cimnayın qələt olmağına inanıram. Bu da deyir ki, şah özü 973-74-də doğulubdur. 1012-də də Allahın rəhmətinə gedibdir. Yəni 42 yaşı, 41 yaşında Allahın rəhmətinə gedibdir. 210, az qalır 200 arada, ən azından 150 il arada şey var. Tez doğulma var. Onda bunu biz indi burada axtarıb belə tapar bildik ki, beləsi bir sual soruşaq. Bu şəxsiyyətin həyatı çağında Osmanlı xəlifəsi kimdir? Belə bir sual verək, bunu başlasın yazmağa, biz gedək sözün qalanını oxuyaq. Bu adam dedi ki, görək ki, bu kimdir, o kimdir? Yəni burada bir fəlsəfi və elmi yönü. O, elmi mühitidə Razi ləqəbi ilə də tanınırdı.
Bu ləqəb bəzən əqlani və böyük alim anlamında da işlənmişdir. O dövrün Osmanlı və Məmluk mühitindəki elmi əlaqələrin inkişafında rolu var idi. Sizin əlinizdəki əlyazma və ya araşdırmada bu şəxsiyyətin hansı əsəri və ya fikri ön plandadır. İstərsiniz onun başqa əsərləri və ya dilçilik yönü haqqında da detaylı danışarıq. İndi görək kimdir? Hüseyn ibn Məhəmməd ibn Əbir Rıza Hənəfiyyə Amədinin Məhəmməd yaşadığı dövr təxminən 810 hicri qəməri, miladi 1407 olar. Osmanlı dövlətinin ən buhranlı və köçəri dövrlərindən biri ilə üst-üstə düşür. Bu dövrdə Osmanlı taxtında olan hökmdarlar bunlardan ibarətdir. Sultan İldırım Bayezid hökuməti 791-dən ta 805-əcən olubdur. Amədinin elmi fəaliyyətlərinin böyük bir hissəsi bu müəzzəm padişahın dövrünə təsadüf edir. 805 ilə 816 arasında İldırım Bayezidin Əmir Teymur ilə savaşda məğlub olub əsir düşməsindən sonra şahzadələr Süleyman Çələbi, İsa Çələbi, Musa Çələbi və Məhəmməd Çələbi arasında taxt savaşları başladı. Amədinin vəfat etdiyi təxmin olunan 810 hicri ilində Osmanlı bir mərkəzi xəlifə ya padişahın rəhbərliyi altında deyildi və ölkə bölünmüş vəziyyətdə idi. Bu da bunun vəzinə düşmür. Çünki o dövrdə kitab demirəm yazılmaq olmaz, amma məsələn hər şahzadanın adını yazılıbdı, onu tapdıq bir-ikisini. Xəlifə ləqəbi haqqında önəmli nöqtə. O dövrdə 8-ci və 9-cu hicri əsrlərdə 700-dən ta 900-əcən xəlifə ləqəbi rəsmi olaraq Misirdə yaşayan Əbbas xəlifələrin, Əbbasi xəlifələrinə məxsus idi. Osmanlı padişahları isə yalnız sultan və qazi unvanı ilə tanınırdılar. Osmanlı hökmdarı, tamam, burada bizim şey yoxdur. Bir ilgi tapa bilmədik ki, o dövrdə belə bir padişah olmuş olsun. Mən bu kitaba əsas tutmalıyam. Çünki kitab öz dövründə yazıldığı üçün bunu əsas tutmalıyıq. Gedək görək şeir nə deyir. İnnəməd dünya kəzillin zayilin أو كزيف بات ليلا وارتحل أو كنوم قد رآه نايما فإذا ما ذهب الظل باطلا ya batal. Yəni məhv olucu kölgə kimi və bir gecə qonan və bir gecə qonun göçücü musafir kimi və uyuyan yatan və uyuyan rüya görüb bidar olduqda o rüyanın əsəri qalmayıb batıl olduğu kimi. Şeirin mənası budur. Olan dünyanın zilli zayili ixtitamədək şam və zeyfi rahili səbahətək məram etməyib. Gözəl mənası varmış şeirin. Bir də oxuyayım mənasın. Məhv olucu kölgə gibi və bir gecə qonun köçücü musafir kimi. Qonan köçücü musafir kimi. Qonaq da buradan gəlir də, qonaq. Və uyuyan, yatan və uyuyan adam rüya görüb bidar olduqda o rüyanın əsəri qalmayıb batıl olduğu gibi. Olan dünyanın, belə bir dünyanın zilli zayili axşamədək şam
ve zeyfi rahili səbahətək məram etməyib. O dünyanın, belə dünyanın, olan dünyanın zilli zaili, zil kölgə, zail yəni aradan gedən kölgəsi axşama dək. Axşam aradan gedəcək o kölgə. Şam, axşama dək şam və zeyfi rahili, zeyf burada yəni qonaq, rahil yəni köçücü, gedən və zeyfi rahili səbahətək məram etməyib. Səbahətək məramı Əd-dünya fəin fanin küllün mən əleyha fanun. Dünya fanidir. Hər kəsdə ki, küllün yəni hər şey ki dünyada vardı, o da fani olacaqdır. İfnasincə ya ifna olacaqdır. İfnasincə dünya və mətaünün davam və sübati olmayıb. Malu cahi səri'u zəval və musafiri mehmanxani cani sanəsi də ola bilər olan mövcudat. Kullu şeyin halikun illa vəcəhu və ləhul hükmü və ileyhi turcaun. Təqdirincə bu helər vardı yazır. Axir kəlmədə biri he yazır. O he məmulən əlif kimi onu uzaldır. Onu buradan təşxis verə bilmirdim. Lam oxuyurdum, amma burada gördüm ki, o elə heyin əlif kimi uzaldıb gedib göyə aşağıdan ona heyi yapışdırıbdır. Bu da belə bir şeydə gözəllətmədir. Təqdirincə aqibət ma'ruzi halakidə qəribül irtihal olmağın bi təqdiri müqəddər به تقدیر مقدر حقیر ناتوانون دخی واقعاتی حادثات ایام ایله ما ملکی زایل و 20 seneden mütecavüz dar saltanat علی illiye beldiye Güstenteniye teyyibe harsile harresahullah anil beliyede kefafi hali bir non pareye nail olmak emniyesiyle terhi temekkün edip nete amüdür peyi devlet malu can sarf ede kübra ve kelam bu kelam hikmetlerin. Şimdi burada bir önemli bir söz dedi. Diyor ki 20 il Güstenteniye teyyibeyi ki orada şeydi 20 seneden çok. Bir de burasını okuyacağım. Diyor ki be takdir müqəddər həqir natəvanun dəxi vaqiat hadisat əyyam ilə əyyamda çoxlu deyir vaqiələr olubdur. Ma mələki zail hər nə ki əlimdə var idi aradan gedibdir. Və 20 seneden mütecaviz dar saltanat illiye belde Güstenteniye teyyibe harresahullah anil beliyede 20 ilden çok kifaf hal birnan pareye nail halıma kifayet edən bir çörək parçası əldə edib yaşamışam. Nail olmaq əmniyyəti ilə tərhi təməkkün edib necə il burada il anlamındadır. Necə amüdür pey dövləti malu can sərf edə kibra və kəlam. Bu nədir? Edə kibra və kəlam. Kübra və kəlam və küllən mərhəmətlərin ehtimalən belə söz. Kübra və küllən mərhəmətlərin sail olduqca səhab-i idbar şuay aftab-i iqbalə hayil və inqibaz hal məaşə mani izzü rəfət və intiaş və pərdətül həya yemnəür rizqə hali və pərdə olmaz. Burada ərəbcə olsa əgər hər halda beləsi oxuyuram mən. Pərdə oxuyuram. Pərdətül həya yemnəür rizq
və yəriddu da oxuna bilər. Yəriddühül həyau yəmnəül rizq. Əlbəttə heç birisi ola da bilər ki, olmasın. Biraz burada yazı kamil görünmür ki, nədir. Yəni yazı özü görsənir. Amma yedi, pedi, vavdi, redi nədir oxunmur. Yəni o kəlmə biraz əcib görünür. Ona görə təşxis verəmirəm ki, o bəlkə də ərəbcədir. Mən bu ərəbcə bu kəlməni görməmişəm. Və bərdəhul həyau yəmnəur rizq. Bilmirəm, bəlkə belə oxunur. Hal hazır və batinə yoldaş olmaqla bi hasil murad, peyi hasili murad, nə ərkan dövlətdən bir sahibi dövlətin xuddami, silkinə müntəzəm və zilli himayəsində müstəzəl olmaq müyəssər və nə ərbab-ı himmət və mərhəmətin dəstigirligi inayətinə məzhər düşüb. Əsbab-ı məişətdən sədri rəməq əyal olacaq. Səddi rəməq əyal olacaq qədər bir əmələ müttəsil olmaq müqəddər olub. Müəllifihi, yenə də bir şeir yazır ehtimalən. Qanda əzm etdüm isə ara yaraq bir parə nan. Qanda yəni o halda. Əlbəttə zahirən buradan işarə edir ki, çox bohrani dövrədir. Daha eləyə bilməyibdir ki, bir yaxçı gəliri olsun. Həmişə bir çətin vəziyyətdə yaşayıb, bunu görə bildik. Ehtimalən o dövrədir, yəni o fitrət dövrəsidir. Ehtimalən. Amma fitrət dövrəsində də bu adlar yoxdur. Qanda əzm etdim isə ara yaraq bir parə nan. Yarıq bir parə, yaraq yarıq ola bilər. Yarıq bir parə nan. Qanda əzm etdim isə ara yarıq bir parə nan. Əldəki varım olub etdi fələk sudi ziyan. Faydanı ziyana çevirdi fələk. Məzmunincə, belə bir şeirin məzmunincə hər halda məğlub və məxsur olub xusran, məxsur xusran, məxsur olub künci mehnət və zaviyi üzlətdə dəsti təərrüz ruzgardən bəqiyyətüz zeyu'e mali müzəxrəfat bu nə mənə deməkdir? Bəqiyyətü ziyu'i mali müzəxrəfat biveyməilə biyu'eylə. Bu kəlməni oxuya bilmirəm. Biyu'eyliyə biyu'ilə geçinərək hali əl-fəqrü səvadül vətsi fid-dareyn. Fəqrlıq, kasıblıq iki dünyanın üzqaralığıdır. Allahu Əkbər. Adam doğrudan çətin yaşayıbdır. Əl-fəqrü səvadül vətsi fid-dareyn. Kasıblıq iki dünyada üz qarasıdır. Mənzilə nə nuzul, yəni düşdüm bu qədər çətinliğə. O heyf ki, bunu oxuya bilmirəm. O çox şeydir, gözəl bir kəlmə olacaqdır. Bəqiyyətü zər mali. Mən bunu yazım, görün burada nə yazır bunu. Bunu burada yazım, görün bu bunu nə cür tərcümə edir. Bəqiyyətü ziyui ziyui mali müzəxrəfat
mal müzəxrəfat biyovmilə ehtimalən beləsi oxunacaqdır. Yəni emilə beləsi yazsaq, bax, keçinə geçinərək hali el-fəqru səvadil vəchi fi əd-dareyn mənzilinə nüzul mənzilinə nüzul və ömr əziz ixtiyarlıq mərtəbəsinə məratibinə və ömr əziz ixtiyarlıq məratibinə vüsul və atəş fəqr. Tamam, qalanı istəmirəm. Görək bu nə mənə deyir buna? Nə deməkdir? Görək buradan bir şey bizə çıxada bilir. İndi yenə bunu yekəldəcəyik, gedəcək əvvələ məcmuən qeyd etməliyik. Yenə bura. Sizin qeyd etdiyiniz bu ibarət köhnə ədəbi mətnlərdə və özəlliklə sufiyanə ya da əxlaqi əsərlərin xətmiyyəsində sonluğunda işlənən gözəl və dərin mənalı bir səcilidir. Bu sözlər insanın ömrünün sonuna yaxınlaşmasını, geçmiş peşimançılığını və dünya malından uzaqlaşmağı ifadə edir. Bu ibarət belə sadələşdirmək və şərh etmək olar. Bəqiyyətü-zu mali müzəxrəfat buyu ilə keçərək ömrümün qalanın qismini dünyanın boş və bəzəkli müzəxrəf bəzək işləri ilə və faydasız alış-verişləri ilə keçirmək. Burada müzəxrəfat dünyanın köçəri və aldatıcı gözəlliklərinə işarə edir. Hangisi idi? Bu cümlənin hər sözün ayrı məna elə lütfən. Görək ki, bu cümlənin necə məna edir. Bu cümlədə ki, bəqiyyə mənası qalan, artıq gözlənilən hissə. Şərh istəmirik. Əz-züyu mənası itmə, tələf olma, zayi olmaq sözündən. Məhv olma, boşa getmə. Ərəbcə za kökündəndir. Mal mənasındadır. Var, dövlət, sərvət, müta. Şərh istəmirik, müzəxrəfatda istəmirik. Əl-biyu mənası alış-veriş, ticarətlər, müamilələr. Tamam. Tamam, pəs onu indi baş tapdıq ki, nə oldu? Qeydək ki, nə bura? Pəs dəsti təərrüz ruzgaridən bəqiyyət-i züyu mali müzəxrəfat buyu ilə keçinərək alver eləməklə mal müzəxrəfatı, yəni hər nə ki əlində varmış onları alıb satmaqla buyu ilə keçinərək hali əl-fəqru səvadül vəti fid-dareyn mənzilinə nüzul evində və vəsailin satıbdır.
Bəlidir, o dövrəyə aiddir bu yazı. Və ömrü əziz ixtiyarlıq mərtəbənə vüsul, ixtiyarlıq qocalıq, ixtiyar qoca adama deyilirlər türkcə. Və ömrü əziz ixtiyarlıq məratibinə vüsul və atəş fəqr, kasıblıq odu və atəş fəqr qəlb-u qalibə hulul və əmraz mütənəvvə ilə mülk dil və bədəni məlul etməkin. Deyir ki, fəqirlik düşdü canıma, kasıblıq düşdü canıma və qəlbimə. Qəlb və qalib, qalib olur bu can. Bizim insanlarda belə bir düşüncə var idi qədimdə ki, biz bir qalıbıq, bir ruha, bir içəridə bir ayrı varlığa biz qalıbıq. Bir qalb. Əlbəttə bu tənasux məzhəbinə çox yaxındır bu düşüncə. Çünki tənasux məzhəbində, düşüncəsində buna inanırlar ki, hər bir insan ki ölür, onun ruhu bədənindən çıxır gedir, bir yerdə qalır. Bir müddətdən sonra bir uşaq doğacaq, nənəsinin qarnına düşür. Təsadüfi onun qabaqçı adamın işinə görə bu ruhun vəziyyəti dəyişir. Məsələn, ya yaxçılaşır, ya pisləşir vəziyyəti. O zamanda gəlir bir dənə ayrı qalıba girir. O qalıb bu ruhun əziyyətini çəkəcəkdir. Hətta mütəqidlər ki, bəzən itin gedir ruhuna girir. Yəni itin ruhu olur. Yəni üzdən pis adam olduqca bu ruh gedir üzdən qaranlığa tərəf və sonra da gedir zülmatda qalacaqdır, qaranlıqda qalacaqdır. Yəni sonra beləsi bir şeyə inanırlar. Bu da o qalibə hulul və əmraz mütənəvvi ilə mülk dil, ürək mülkü və bədən qalıb məlul etməkdən deyir. Yavaş-yavaş həm ruhi məriz oldum, həm də cismi məriz oldum. Müxəmməs, bir dənə şeir gətiribdir, müxəmməsdir, ehtimalən 5 dənə misrədən ibarət olacaqdır. İrib hər yekadən mehnəti, İrib hər yandan mehnət edib dil mülkünü viran. Bir də oxuyayım. Ərib hər yandan, yekadən yazıb, yandan, hər yanadan mehnət edib dil mülkünü viran, xüsusa xittəlik dini şita dərdi və qəhtinan. Xüsusən xəstəlik dinu şita dərdi və qəhtinan olub əqlimi başdan məznunasa eylədi dövran. Nəyidu bən neydə mən bilməm ki yox heç birinə dərman. Neydu bən yenə də mən bilməm ki yox heç birinə dərman. Davasın irgərəyinə məgər dərdi verən məndən. Davasın irgərə ya irnərə yenə məgər dərdi verən məndən. Təmənnası ilə şeiri oxuya bilmədim, çox şey oldu. Yəni xəttin bəzi yerlərini oxuyamıram. Bunu əvvəl deyim. Zira nə mən oldu? Bu şeyi oxuduq. Təmənnası ilə ziri təvəkküldə mütərəqqibi fiyuzat-i futuhat-i fəttah ikən bir gün qələbi təhəyyür biməhal tədəbbürdən رو نهاد و هجوم لشکر غموم عقل و فکر برباد edib cah aləmi səkərə varıb sərməst və cah aləmi səhvə gəlib dəst bər dəst səbbahi behari heyrət və səyyahi bərari fikrət ikən futuhat ilahiyyədən xatir fatire bu ملتفتی جرامی اثری müstəsər xiyal bənd cilvəgər oldu ki əkabir dövlət və əyan həzrətdən li müəllifi yenə bir şeir yazır ehtimalən. Həman Xurşid olacaqdır.
به خرم رأی خورشید اضاعت رچین العز و صاحبی مجد و اقبال دمیده مطلعی صبح سعادت صفی الطبع محمود خصایل ملک سیرت دم عیسی سرایت معزز معتمد مقبول سلطان صداقت خونچدار امانت صداقت خو نگهدار امانت امینی ترسخانه شهنشاه علی نام و veli sirət kəramət. Tərsxana gəmi düzəldən yerdir suyun içində. Əmini tərsxane şəhənşah Əli nam vəli sirət kəramət. Əta Allah ömrəhu və dövlətəhu bil əzz daim və bis şərəfil qaim. Həzrətləri məhasin əxlaq ilə müzəyyən zəki zat cəmil sifat xeyr پیشه و عاقبت اندیشلو صاحب همت و مرحمت bir خدیوی کرم کردار و چارخانه دولت مدار نام نامیلری صحیفه اوراق جهانده مرسوم olmağa باعث اسم گرامیləri دیباچه silə müzəyyən, müxtəsər və müfid bir kitab təlif olunub hədiyyə pişgah saadətləri qılınmaq inayət müstəhsən və aniq vaqi olub. Adı kimdir bu adamın? Bu calib oldu. Bunu oxu, bu calibdir. Dedi ki, Əlinam. Burada yazıq ki, hanki Osmanlı sultanı dövründə tərsxanənin rəisinin adı Əli imiş. Görək belə bir şey bizə gətirə bilir. Görək ki, hangi dövrdə belə bir məsələn, burada bir əlamətdir ki, İlyas kitabın tarixini çıxadaq. Sizin araşdırdığınız dövrdə tərsxanə rəisi ya da o dövrün təbiri ilə tərsxanəyi kətxudası, tərsxanə kətxudası və kapitan məqamında Əli adlı bir neçə məşhur şəxsiyyət var ki, sizin qeyd etdiyiniz cümlələrin üslubuna, sufiyanə və köhnə Osmanlı türkçəsi ən çox uyğun gələni Seyyid Əli rəisdir. Buna görə sizin sualınıza iki ehtimal üzrə cavab vermək olar. Sultan Qanuni Süleyman dövrü Seyyid Əli rəis. Əgər məqsudunuz məşhur dənizçi, ədib və alim olan Seyyid Əli rəisdirsə, o Sultan Qanuni Süleyman dövründə yaşamışdır. Unvanı o tərsxanə kətxudası və sonradan Misr kapitanı, tamam bu deyil. Sultan II. Səlim dövrü Müəzzinzadə Əli Paşa. O dövrün ən böyük dəniz fərmanı olan kapitan-ı dərya məqamında Müəzzinzadə Əli Paşa var idi ki, o da Sultan II. Səlimin qanunun oğlu dövründə vəzifə icra edirdi. Tərsxanə əmini Əli Əfəndi. Əgər sizin oxuduğunuz mətn 17-ci əsrin əvvəllərinə aiddirsə, Sultan II. Osman, Gənc Osman dövründə təqribən 1030 Hicri tərsxanənin malı və idari işlərinə baxan tərsxanə əmini Əli adlı, elə bu da əmini demişdi. Əgər səhv eləmirsəm, demişdi ki, baxaq burada, əmini tərsxanə şəhənşah, bəli, əmin deyibdi. Bu da deyir ki, bu, gəldik burada tapdıq eləvi. Əgər sizin oxuduğunuz mətn 14-cü şey olsa, Sultan II. Osman, Gənc Osman dövründə təqribən 1030 Hicri tərsxanənin mali və idari işlərinə baxan tərsxanə əmini Əli adlı bir şəxsiyyət də qaynaqlarda keçir. Nəticə. Bunu buradan götürək. Burada yazaq ki,
Əydad nə oldu? Niyə burada? Haqda bilgi verər misin? Tarixləri hicri yaz. Lütfən daxil. Bax, bilmirəm nə edeyim ki, bu tarixləri hicri yazsın. Osmanlı dövrünün dənizçilik və gəmi qayırma mərkəzi olan Tərsxane-i Amirənin Haliç tərsanəsi mali və idari işlərinə baxan Tərsxanə əmini məqamı dövlətin ən məsuliyyətli vəzifələrindən biri idi. Əli Əfəndi adlı şəxsiyyət özəlliklə 11-ci hicri əsrin əvvəllərində bu vəzifədə olan ön plana çıxmışdır. Bu şəxsiyyət haqqında əsas bilgilər və hicri tarixlər bunlardan ibarətdir. Vəzifə dövrü və sultanlar. Tərsxanə əmini Əli Əfəndi əsasən Sultan II. Osman, Gənc Osman və Sultan IV. Murad dövrlərində fəaliyyət göstərmişdir. Vəzifəyə gəlişi o təxminən 1027-1030 hicri illər arasında Tərsxanənin idari rəhbəri əmini olaraq çalışmışdır. O dövrdə Osmanlı donanması Dəryayı Siyah, Qaradəniz və Aqdəniz Aralıq dənizidə ciddi hərbi əməliyyatlar keçirirdi və gəmilərin tikilməsi üçün lazım olan büdcəni idarə etmək Əli Əfəndinin üzərində idi. Vəzifəsi əhəmiyyəti. İmperatorluğun dörd bir yanında Misrdən günü görə İstriya və Balkanlarda ağac lazım olan təchizatın toplanması hicri 1030-cu illərdə Osmanlı donanmasının yenidən qurulması və böyük qayırma işlərində onun imzası var idi. 1027 Əli Əfəndinin idarə işlərdə özünü tanıtdırdığı və maliyyədə yüksəldiyi illər. 1031 Sultan Gənc Osman şəhadətindən sonra yaranan qarışıqlıq dövründə də vəzifəsini qorumuş, ancaq dövlətin iqtisadi çətinlikləri ilə mübarizə etmişdir. 1033 bu tarixlərdə Tərsxanədə yeni hərbi gəmilərin, kadırqaların sayısının artmasında onun etdiyi mali tənzimləmələr böyük rol oynamışdır. Görək burada nə yazır? Qeyd. Osmanlı arşivlərində, Rus dəftərlərində ya da Rus dəftərlərində bu şəxsin adı Əli Çələbi və ya Katib Əli olaraq da keçə bilir. O dövrün məşhur tarixçisi Pıçəvi İbrahim Əfəndi də öz tarixində o dövrün Tərsxanə vəziyyətindən bəhs edərkən bu kimi məsul şəxslərə işarə etmişdir. Tamam. İndi burada biz gedək bu kitabın bir adını da bir axtaraq görək ki, burada yazmışlar Cəvahirləşmə. Biz 11-ci səhifədir. Bu yadımızda qalsın, amma gedək kitabın əvvəlindən görək bu kitabın adını yazmışdı ki, Vəsaya Hükəma, bu deyil, Cəvahirül Hikmə. Cəvahirül Hikmə burada yazıblar. Yenə də Cəvahirül Hikmə. Bu da heç. Burada da görmədik. Gedək 11-ci səhifədə oxusaq, bəlkə bunun kitabını, yəni istəyirəm bir tamam, gəlmişdik buraca. Yox, buradan da geçmişdik. Burada bu Əli Dəryasalar deyək də, indi məsələn Dəryasalar deyirlər indiki ədəbiyyatda. Bunu burada görürük, amma görək ki, burada nə oldu, başına nə gəldi bu adam. Hər halda buranı oxuduq. Əlinam Karxani dövlətmədar namiləri səfi oğraq cəhanda mərsum olmağa bais ismi giramiləri dibatisi ilə müzəyyən, müxtəsər və müfid bir kitab təlif olunub, hədiyyə pişgah səadətləri qılınmaq gayet müstəhsən və əniq vaqe olub. Mədd-duhur vəl-əsar
nam şərifləri cahanda baqi və zikr xeyirləri əlsinə cahaniyanədə cari olmağa bir əsəri bizaval xeyr maal və bu fəqirun dəxi səbəb təzkir nəticəyi müqəddəmat əmani və əmali olub الالتفات کثیر الخیر və bərəkatlərindən çarxani dövlətləri hizmetindən bir hizmet istihdamı ihsanına müzəhhər buyurmaları şə'n dövlət nişanələrindən husul murada əqrəb fəhm olunmağın çox çətinlik çəkib adam yazıq hər şeyini də satıbdı çox kasıblıq eləyibdi axırında bir dənə yaxçı adam dövlət işindən gəlibdi bu adamı işə alıb dövlət işində ki orada keçsin dövlət yəni dərya qismətində karxani dövlətləri xidmətindən xidmət yazırlar. Xidmətindən bir xidmət istihdamı ihsanına məzhər buyurmaları şə'n dövlət nişanlərindən husul murada əqrəb fəhm olunmağın humum faramuş o çətin qəmlər ki hücum gətirmişlər onlar faramuş və qəbai himmət bərdüş qılınıb şiar ərbab din و dövlət و دسار اصحاب جاه و حشمت و حکومت زلال نصایحی غبار طبع انسانی رافع دین و دولته نافع اخلاق حمیده و عادات پسندیده‌ləri جامع مفتاح معاقد مصباح مقاصد hükemای جامع المعارف و مفاخرون hikmət camiələrindən həqirün zəban farsiden tərcümə etdici Nəsihətül Müluk nam kitab burada da bir kitabdan Nəsihətül Müluk burada kuruşu arasında yazacaq Nəsihətül Müluk kitabı زبان فارسیدن ترجمه اتجی نصیحت الملوک نام کتاب و سایر رسائلون مختصر مفید کلام حکمت نظامından istinbat ve cevahirül hikmet bu kitabın adıdır. Cevahirül hikmet elbette tənislendir da ismiyle müsemma müciz ve muhtasar bu kitabı pürcüheri talif ve 4 bab üzere tertib ve tahririne şuru edip limuallifihi yazan iptida ettim benami müstean kim odur kudretlihi aklı can cinan. Ben istedim o İrəvan sözüne istedim bunu görüm ki bir şeyde gelir ya yok. Müslüman olduğu bellidir. Dədənənəsi de Müslüman olduğu gene buradan biraz belli olur. Əgərçi dədənənəsinin adını gətirmədi. Əlbəttə dedi dədəsinin özünün adı Hüseyndir, dədəsinin adı Məhəmməd Ahmədidir. Burada da Kamil bunu oxuduqda Hüseyni bilməməni belə çox uzun bir adı var idi. Türkdür. Adam o dövrdə İrəvan bir türk torpaqdır. Əcəba ər sözünün yenə də dedik o Cığatay ləhcəsində, türkcəsində Türkçənin Cığatay ağzında ir sözü, ər sözü ir oxunur. İrəvan da elə ola bilər ki, irlərin, ərlərin yeri. Bu ad da oradan gələ bilər. Yoxsa mən beləsi götürürəm. İbtida etdim benami müstean kim odur kudretlihi aklu cenan ouni hak etdim rıza itmam edip eyliyem terkib و تحریر و beyan Hazreti Ali Efendi namine eyledim dibaçesin beste can nami zikr cari yadgar ehli ola ehli dehre durdukça cahan ola ehli dehre durdukça cahan dilerim ehli nəzərlər səhvimi zeyli ihsan ilə edələr nəhan bula müzd do cahan bula müzdi do cahan bu həqiri də duada anani yad eləyəni duada anani rəhmətünlə yargıla ya müstean. Şeir burada kurtardı. Bab evvel
zikr fəzail əxlaq həsənə və rəzaili səyyiə babındədir. Bab sani 40 bab üzərə məbni risali pürməni bəyanındadır. Özü 40 bab üzərədir, ikinci bab. Bab-ı salisə hikmət və əmsalə mütəalliq nəsaih babındadır. Bab-ı rabi keyfiyyət dünya və mətai dünyaya həris olmaq bəyanındadır. Bab-ı əvvələ keçdi, zikr əxlaq bəyanındadır. Əxlaq nə deməkdir? Zəmir-i münir ərbab bəsirə roşən və vazihdir ki, xəllaq aləm və cənzinələrində ədimül məsəl sədəfi zuhurə gətirib, məcmui aləm və aləmə xatəm edib. Əql əziz sahib təmiz və nütq ləziz baxın görün, əql əziz sahib təmiz və nütq ləziz şəhd riz ilə cümlə-i məxluqatıdan mümtaz və burada iki şey deyir ki, insan heyvanlardan ayrıdır. Biri əqildir, biri də dil, danışmaq. Dildir. Və zindəcaniləri üçün bəzidən hükümət ilə sərəfraz. Tamam, buradan bizə geçir kitabın içinə. Daha biz buranı geçək. Kitabın son səhifələrindən bir şey oxuyaq. Görək ki, əcəba orada bir şey var mıdır ki, bizə bu kitabın haqqında bir şey versin. Burada mən 23-cü fikri görürəm. Burada 23-cü fikr. Fikirsiz söz söyləmə. Gözcə daxtalıya görək bunun nəsiyyətlərini. 19-cu. Səxavət babini açıq və bəxl qəpusun haqqə yox bu dənlü təriq. Haqqı cəvarindədir səxi daim Həzrət-i Müstəfadır ana rəfiq. 20-ci qənaəti kəndiyə şiar edib qənaət ilə dirilə. Limüəllifi qənaət kənzü layəfna demişlər. Qənaətlə bu dünyayı yemişlər. Qənaət mülkünə qədəm basənlər həmişə işləmişlər yaxşı işlər. 21-ci Qəçən bir iş zahir ola səbr edib səbri yekdür cümlə işdə kişiyə. Səbr yekdür cümlə işdə kişiyə pür zəhəb gəncini məxzündən səbr ilə təskini dil qıl kimsəni səqliyə bir afəti məxzunidən 22-ci əsrarini möhkəm saxlayıb kimsəyə deymə ki sır ancaq sahibində saklı qalır. Limüəllifi hər şeyin bəkicisi çox olsa o möhkəm zəvalıdır. Yox. Hər şeyin bəkicisi çox olsa o möhkəmtər olur. Razı saxlamağa bilinə ki nicəhban bir olur. Razı saxlamağa, hər şeyi çox adam saxlasa möhkəm olar. Razı saxlamağa bilinə ki nicəhban bir olur. Digər sənə qadir olmayasın, digər sənə qadir olmayasın saxlamağa razdır bu əlifdir. Razini bana deyib ümmə bəndən saxlamaq sərbazını. Mənə deyib sərbazını sığmaya dilxanənə ey sitrədi razun sənin. Sığmaya dilxanənə ey sitrədi razun sənin. Heç saqlı qaləmi qəlbində ol bir kimsənin. Deyir sənin qəlbindən sıçradı çıxdı eşiyə o raz. 1.90 Cəmtər olur. Ayrısın deyibdir. Bu da bir ikincisidir. Digər ayrı sözdür. Sənə qadir olmayan
sənə qadir olmayan, sən qadir olmayasın səqləmağa razını, sənə qadir olmayasan. Şeirin davamıdır, ehtimalən ayrı deyil, elə həmandır. Digər sənə digər ehtimalən. Dinər sənə qadir olmayasan səqləmağa razını, bana deyib ümmə bəndən saklamaq sərbazını, sığmaya dilxanəndə ey sitrədi razun sənin, heç səqlı qaləmi qəlbində ol bir kimsənin. 23-cü fikrisiz söz söyləməli. Müəllifi söz cühərdir, dil sədəfdir, qəlbi Adəmdə nəhan. Bir də buranı. Söz cühərdir, dil sədəfdir, qəlbi Adəmdə nəhan. Ol cühər sərrafidir. Ol cühər sərrafidir dilxanədə, əqli ciran. Abi fikrətlə mücəlla eləyib pak etmədin, əqli kamil əhli danişlər ana atmaz dəhan. 24-cü. Hər işin sonu nə baqa, nə sonra sənə. Bir nə dedi? 24-cü. Hər işin sonu nə baqa, nə sonrasına. Hər işin sonuna bax, sonrasına yox. Sonra nə olar ona fikir vermə. Sonuna bax ki, nə olacaqdır. Hər işin sonuna baqa, nə sonrasına. Li-müəllifi bir işi etməcə qəsd etsə aqil, anın sonuna bəqər. Bəqər na vulami hasıl. Na vulami hasıl. İşin sonrasına nəzər edənlər olmaz deməcəz məqsudə vasıl. Olmaz deməniz məqsudə olmaz deməniz məqsudə vasıl. Həqiqət ilə hər halə nəzər qıl, olasan dو cəhanda mərd fazil. Hər kim bu nəsaihlə amil olub, bu xəsailləri kəndiyə şüar və disar edənə, dünyada nəsibin asanlıqla götürüb və muradatına suhulətlə nail olub və axirətə səid gedib, axirətdə dəstgiri ola təmmət bil xeyr. Kitabın özündə bir tarix qoymadı. Amma biz bu kitabın, bir dənə də burada bir tarix var idi əvvəldə cildin üstündə, ona da bir baxsaq. Burada yazıbdır ki, Cəvahirül Hikmə Hüseyn ibn Məhəmməd Amədi, Katib divan, əlləfəhu li Sultan Məhəmməd Xan ibn Sultan İbrahim 1058 ta 1099 illəri. Tamam. İndi Sultan Məhəmməd Xan ibn Sultan İbrahim yazıq görək nə çıxadır. Sultan Məhəmməd Xan ibn Sultan İbrahim Xan. Tarix qoymuşdu. Burada özü yazıbdı. Yəni bunu bir ayrı adam yazıbdı. 1050 ilə 1099 arası. 1050 ilə 1099 nə görək bu haqda nə deyir? Sizin qeyd etdiyiniz tarixlər və şəcərə Osmanlı tarixinin ən uzun müddət hökm sürən padişahlarından biri olan 4-cü Məhəmməd Avcı Məhəmməd ilə tam uyğundur. Bu hökmdarın həyatı və dövrü hicri təqvimi əsasında bunlardan ibarətdir. Kimliyi və şəcərəsi. Adı Sultan Məhəmməd Xan. Biz də burada bunu oxumuşduq. Atası Sultan İbrahim Xan. Burada düz gəldi. Sultan 1-ci Əhmədin oğlu. Əhmədin də oğlu. Tamam. Atası, anası Turhan Xədicə Sultan. Yaxşı, buracan düzdür. Yəni dədəsi də və niyə deyir ki bu yoxdur bu tarixdə? İndi görək ki tarixləri düzdür.
Önəmli hicri tarixlər. Doğum tarixi 2 Ramazan. Burada 26 yazmışdı. 26 Ramazan 1051-i düzəltdi. Yəni həm ad düzdür, həm dədə düzdür, həm baba düzdür. Tarixləri düzəltdi. Doğum tarixi 2 Ramazan 1051. Tarixləri iştibah yazıbdır. 2 Ramazan 1051. Tamam. Taxta çıxması 18 rəqəm 1058. Vəfatın görək təxtdən indirilməsi. Vəfat tarixi 27 Rəcəb. Tamam. Vəfat 27 Rəbiül Əvvəl 1104 Hicri. Ədirnə şəhrində vəfat etmiş və İstanbulda Yeni Cami yanındakı Turhan Sultan türbəsində dəfn olmuşdur. Tamam. İndi burada bir şey qaldı. Səltənət dövrü. Taxta çıxması 18 Rəcəb 1058-də. 1104-də də vəfat eləyib. Görək ki, neçə il təxtə qalıbdır. Hələ 7 yaşında ikən atası 1058-də, yəni 7 yaşında, Hicri ilindən 1099-a qədər, Hicri iliyə qədər ən uzun müddət taxtda qalan ikinci padişahdır. Təxtindən endirilməsi 2 Məhərrəm 1099. Nə tür oldu? Burada başlayıbdı. 58-də başlayıbdı. Təxtdən indirilməsi 2 Məhərrəm 1099-cu Hicri Viyana mühasirəsindəki məğlubiyyətdən sonra ordunun üsyanı ilə təxtdən indirildi. Tamam, bu da 1099. Ta 1099-a qədər. Viyana müharibəsindən sonra. Tamam. Taxtdan indirildi. Pəs şey oldu. 5 il sonra diri qalıbdı. 27 Rəbiül Əvvəl 1104-də Ədirnə şəhərində vəfat etmiş və İstanbulda oturur. Dövrünün üzəllikləri. Kitab bu zaman yazılıbdı. İndi tapıldı. Əvvəldə gəldi, dədəsi bu deyil, filan deyil, hər şeylər dedi, amma indi gəldi tapdı. Köprülər dövrü. Onun hökmranlığının böyük bir hissəsində dövlət idarəsi məşhur köprülü ailəsinin olan sədr-əzəmlərin Körpülü Məhəmməd Paşa, Fazil Əhməd Paşa Alpində idi. Bu dövrdə imperatorluq yenidən güclənmişdi. Hicridə tamamlanmış. Avcı ləqəbi Sultan Məhəmməd Avcı yazaq burada. Canibdir. Burada bir dünya bu günləri asla etimad eləməməlidir. Avcı ləqəbi Sultan Məhəmməd öz vaxtının böyük bir qismini avcılıqla geçirdi. Sizin daha öncə soruşduğunuz Tərsxanə Əmini Əli və ya o sufiyanə cümlələr bu sultanın dövrünün uzunluğu və o zaman yazılan təzkirələrin çoxluğu baxımından maraqlı bir tətbiq yaradır. Tamam, indi deyək ki, buradan son cümləmizi soruşaq, kitabımızı bu kitabdan keçək. Əcəba Cəvahirül Hikmət haqda ki, türkcə yazılmış
bir əlyazmadır. Bilgilərin varmı? Görək ki, buradan da bir tarix yenə də çıxada bilərik. Cəvahirül Hikmə haqqında. Cəvahirül Hikmə ya da bəzi qaynaqlarda Cəvahirül Hikəm adlı əsərlər Osmanlı və Türk ədəbiyyatında həm tibb, həm əxlaq, həm də təsəvvüf sahəsində yazılmış məşhur əlyazmalar sırasındadır. Sizin bəhs etdiyiniz əlyazma böyük ehtimalla aşağıdakı iki önəmli əsərin biridir. Həkim Nidainin Cəvahirül Hikməsi, tibb və əxlaq. Bu deyil. Təsəvvüfi və əxlaqi cəvahirlər, nəsihətnamələr. Bəzi əlyazmalarda bəzi əlyazmalarda bu ad böyük şeyxlərin və ya alimlərin sözlərindən toplanmış nəsihət vuruşduğunuz ömrü əziz və səvadülvəc kimi sufiyanə ifadələr bu cür deyil. Əlyazmanın tanınması üçün önəmli nüsxələr. Əgər əlinizdəki nüsxə haqqında daha dəqiq bilgi əldə etmək istəyirsinizsə, bu detaylara diqqət ediniz. Tamam. Mənim əlimdə bir əlyazmanın PDF-i var ki, adı Cəvahirül Hikmədir və yazarın adı isə Razi Hüseyn ibn Məhəmməd Ahmədidir ki, əmini tərsxanə Əli adlı şəxsin istəyi əsasında yazılmış və Sultan Məhəmməd ibn Sultan İbrahim ibn Sultan Əhməd xana təqdim sonulmuş. Təqdimi yerinə yazaq. Sonulmuşdur. Sizin bu əlyazma haqda bilgilərinizi istərəm. Verdiyiniz detaylar, müəllifin adı, istifadə edilən şəcərə və ehda olunduğu şəxs bu əsərin kimliyini tanımaq üçün çox qiymətli bilgilərdir. Sizin əlinizdəki olan Cəvahirül Hikmə əsəri dövrün məşhur alimi Razi Hüseyn ibn Məhəmməd Ahmədi tərəfindən qələmələ alınmış önəmli bir mətndir. Bu əlyazma haqqında əldə olan əsas bilgilər bunlardan ibarətdir. Müəllif Razi Hüseyn ibn Məhəmməd Ahmədi bu şəxs Osmanlı elmi mühitində və özəlliklə Diyarbəkir Ahmədi məntəqəsinin yetişdirdiyi böyük alimlərdən biridir. Onun Razi ləqəbi elmi dərinliyi və əqlani elmilərdəki məharətinə işarə edir. O, həm dilçilik, sərf-ü nəhv və həm də tibb-u hikmət. Sizin qeyd etdiyiniz Sultan Məhəmməd ibn Sultan İbrahim 1058 ta 1050 yazıldığını göstərir. Sultan Məhəmməd xanın uzun hökmranlıq dövründə elmi fəaliyyətlər və əlyazma kitabların saraya sunulması çox yaygın idi. Tərsxanə Əmini Əli və əsərin yazılma səbəbi.
Buradakı ən maraqlı nöqtə əsərin Tərzixanə Əmini Əli adlı şəxsin istəyi ilə yazılmasıdır. Osmanlı Tərzixanəsi gəmi qayırma mərkəzi o dövrün ən böyük idari və texniki təşkilatlarından biri. Bu Əli adlı şəxs böyük ehtimalla Tərzixanə Əmini Əli Əfəndidir ki, 11-ci Hicri əsrin əvasitində bu məsul vəzifədə olub. Əsərin onun istəyi ilə yazılması bu alim ilə dövlət bizə dedi, amma indi kitab ha zaman yazılıbdır, bunu da çıxadaq. Deyək ki, bu kitab gedək burada. Deyək ki, bu şah, Allah rəhmət eləsin, 7 yaşında gəlibdir, təxtə çıxıbdır 58-də, yəni 1058-də təxtə çıxıbdır. 99-da da təxtdən götürülübdür. Bu arada, yəni bu 39 il bu kitab yazılıbdır. Mütləq bunun deyək ki, yarıdan sonrasında yazılıb. Yəni bu adamın 30 yaşı olsun deyək də. Məsələn 7-dən getsə bu da 58, 7-dən 20 getsək 27 olar. 30 80 illərində yazılsa 1080. Deyək ki, kitab 1080-də yazılsa və bundan çıxsaq 1447-ci il ikindidir. 367 il bundan öncə yazılmış olar. 370 il civarında öncə yazılmış. Tamam. Üst-üstə, aşağı-yuxarı 370 il öncə bu kitabın bir tarix çıxada bilir ki, bu tarixdə yazılmışdır. Gedək ikinci kitabımızı açaq, görək ki, bu kitab bizə nə deyir? Əlbəttə fikirlərim ki, bu da 2 saata yaxındır. Amma davam edək. Mən yorulmamışam hala. Eləyə bilərəm ki, bu kitabın yenə də kiçildək səhifəyə yerləşsin. Görürük ki, bir nazik kartondan ya müqəvvadan nazik bir cildi var imiş. Rəngi də yaşıl ya da mavi imiş. Abı. Hətta bizim ilmək salonlarını havai imiş, şey deyilmiş. Yəni abı da deyil, yəni göy də deyil, yaşıl da deyil. Ehtimalən biraz zaman içində işlənib, biraz rəngi gedibdir, biraz da kirlənib. Açırıq beləsi görürük ki, o cildi deyil əslində. Kitabın üstünə cildi tutublar. Burada görürük ki, kitabı qatlayıblar, o bir kağazdır, bunun üstünə tutublar. Mən o nazik ki deyirmişəm, elə buymuş. Bir dənə kağazı cild eləyiblər. Biz bunu da uşaqlıq ki, kitab cırılıb hesabı. Şirazəsi cırılıbdır, sökülübdür, səfəni mıx kopla mıx eləyiblər ki, salim qalsın. 2-3 dəfə də cild tutulubdur. Altdakı cildi də görürük. Yəni altda da bir ağ cildi varmış, o da qalır hətta. Onun da üstünə bir yazı varmış, latincə yazılıb, o da qalır. Sonra kitabın şirazəsini görürük, cırılıb, ora bir plastik yapışqanla çəsb deyirik da, onunla yapışdırmışmışlar, o da cırılıbdır, gedib də yeri qalır. Və kitabın bu birisi ərzində görürsünüz, ehtimalən Süleymaniyyə kitabxanasında saxlanan bir kitabdır bu. Görürük ki, çox kirlidir birinci səhifəsi və çox da köhnəlib, dağılıbdır hər tərəfi. Kitabı açırıq için birinci səhifədə görürük ki, Bismillahirrahmanirrahim ilə başlayır. Tamam yazıların türkcə, ərəbcə olsun əslində, hətta bəlkə yanmayıb, amma çürüyübdür. Yəni çox pis çürüyübdür. Hər tərəfi kitabın çürüyübdür. O bir gözəl xətt ilə yazılıb. Mən bunu rahat oxuyaram. Onun üçün gözəldir. Kitabın yazının dövrəsində heç bir çərçivə çəkməyiblər. Elə bu cürsə gedibdir. Əlinə gələn də bəzi yerlərində üstünə qırmızı başı üstünə qırmızı xətt çəkiblər. Yazılıbdır. Kitab Elm-i Hal adındadır. Burada görsənir. Amma əsl adı nədir? Onu baxmaq lazımdır və görmək lazımdır. Burada mən gedəcəm 2, bu birisi tərəfdə olacaqdır.
Bu kitaba gələcək. Bu kitabı burada görərik ki, nədir? Bu kitab elmihal deyə qayılıbdır. 1091 hicridə deyir bu yazılıbdır. Və 134 səhifədə yazıb ki, burada 67 səhifə görürük PDF-də. Çünki PDF-də hər iki kitabdan 2 səhifəni qoyublar bura. Davam edir və beləsi baxırıq. Burada bir qırmızı ehtimalən bir qələm ilə bir şeylə burada bir qırmızı bir şey qıraqda yazıblar kitabın haqqında. Kitab dediyim kimi çox kirlənib, çox da hər yerdə təqribən bunun çürüməsi, aradan getməsi görünür, amma kitabın yazı olan yeri salim qalıbdır. Yəni burası bir şükür yeridir ki, kitab salim qalıbdır. Kitabın yazan yox, bəlkə də yazan üstdə kitabın səhifələrinin sayını da üstündə yazıb. Məsələn, ələn 74-dən 75-i aşmışıq, görürük və beləsi davam edirik. 83, 85, 87, əlbəttə 7, 8, 9 hamısı var yəni. Heç birisini yaddan çıxartma. Hər tərəfdə şey, bu səhifəyə gəlirik. Rəhdə bir müddətlə kitabı hesabı qərələyibdir, ehtimalən biraz da kötək yeyibdir. Bu birisi səhifəndə, səhifəni çevirib o birisi tərəfində qərələyibdir. Ehtimalən uşaq bu önəmli bir kitab olsa, uşaq hesabı kötək yeyibdir. Burada yenə də aynı uşağın əlinə düşübdür. Amma bu səhifədə bir sətri kamilən aynı qələmlə qərələyiblər ki, yəni bu qələtdir və bir dana kəlməni də islah eləyiblər, düzəldir. Yəni qələt hesab oluna bilər. Kitabın axirlərinə yetişirik. Diqqət eləməmişdim buracan. 2 dəfə bu kitab, ən azından 2 dəfə kitab su çəkibdir. Ona görə də çürüyübdür ehtimalən. Və kitabın dedim axirləri çox uşaq əlində olubdur, ehtimalən çox qərələnibdir və kitabın sonuna gəldik, amma kitab tarixi də qoyubdur. Əvvəl burada bu kitabın adının yazaq, ad, yazar, tarix. Tarixin əvvəl burada yazaq. Görək ki, nə yazıb, nə deyiblər. Bunun axirində bir Allahümmə cəl xatimətina xeyrən bi hurməti həbiyyikəl müstəfa və nəbiyyikəl müstəba aleyhi əfsəlis salat və əşməlit təhiyyat və əla alihi və əshabihillezine fazu bi əfzəli kəramat amin ya Rabbəl aləmin qəd vəqəl fəraq. Biz bu kitabı yazmaqdan qutardıq. Min cəmi hazihi risalət, lasalət kimi yazıb, amma risaləti lasalət kimi görürəm mən. Fi əvayili zilqədə. Tarix əvayili zilqədə əş-şərifə səneyi vahidi və tis'inə və əlif min hicrətin nəbəviyyə. Tamam. Oldu. Tarixin yazacaq 1071 91. Tes'in ehtimalən olacaqdır 91. 91. Səneyi 1091 hicri burada yazaq. Amma gedək buna görə ki, bila xətmən düz yazmışıq. Beləsi bir cümlə yazaq. Səneyi vahid və tes'inə və əlif. Nə deməkdir görək buna? Sizin qeyd etdiyiniz, sizin araşdırdığınız əlyazma və şəxsiyyətlər əlaqəsini belə izah etmək olar. Yox, istəmirik. 4-cü Məhəmməd dövründə bu da yazılıbdır elə. Onda bəs. Çünki o da 99-da Allahın rəhmətinə gedir. Yox, 99-da işdən götürülübdür. Tamam. Tamam, bu da çağı da elə oldu. Bunu çağa yaza bilirik. Çağ yazsaq Sultan İbni Sultan İbrahim İbni Sultan Əhməd.
Əhməd xan. Tamam, bu da çağı da çıxartdıq ki, bu da doğum, yəni sultanın doğumu burada yazmışdıq, burada da yazaq. Doğum 1051 Hicri 2 Ramazani 1051 1051 Hicri 58 1058 ta 1099 Hicri qəməri vəfat 1104 olacaq idi. Vəfat 1104. Özü tarixin burada yazmışdı. Qeydaq kitabın əvvəlinə görək ki, kitabın özünün üstündə yazıbdır. Ad. İlmül hali muamilat. İlmi hali muamilat. İlmi hali muamilat. Tamam. Kitabın adı budur. İndi gedək birinci səfhədəki bir şey yox idi. Gedək kitabın özünə. Bismillahirrahmanirrahim. Elhamdülillahillazi. Cəlibdir bu kitab. Bununla belə ki, çox köhnədir və çox köhnəlibdir, çox işlənib, yəni əvvəl çox su keçib və çox uşaq əlinə düşübdür. Çox kirli saxlanıbdır, amma bununla belə bunun yazıları qəşəng oxunur. Kitab qoyulubdur. Elhamdülillah və salatu və selamu əla mən أولى حكيما وحليما وفي الكلام المجيد أمر بالدعاء. Burada bir kəlmə gedibdir, mütəəssifانə oxuya bilmirəm. Belə mənə oxuya bilirəm, bəli, onda nədir, onu oxuya bilmirəm. Məsələn, iqtəfa. Hər neçə risalə təlif olunmuş, bunu qabaqdan oxumuşuq, amma Məhəmməd Əfəndi olacaq, ehtimalən gedibdir bu. Əfəndi rəhməhullah rəhmətən vasiətən nün cəm etdücü risale-i etiqadati və ibadati cami olub əvam və xas anun ilə mütənəffi olmuşlardır. Məhəmməd haqqında bilgi haqqında verir. Bu, əgər səhv eləmirəm, Dərvişli çoxlu kitab bizə yadigar qoyubdur. Sizin əlinizdə olan Cəvahirül Hikmə əlyazmasında bu deyil. Azərbaycan Bərkülü Məhəmməd ya da Osmanlı qaynaqlarında Pirgülü Məhəmməd 11-ci Hicri əsrin önəmli və təsirli dövlət adamlarından biri idi. Onun tərsxanə əmniyyəti vəzifəsilə getdi, qatışdırır bunları bir-biri ilə. Bu adamın o əli ilə və ya o əlyazma ilə heç bir əlaqəsi yoxdur. Bu başqa bir kitabdır. Üzr istəyirəm. Mən iki məsələni bir-birinə qatışdı. Məhəmməd əvvəlki bəhs etdiyimiz əlyazma və Əli adlı şəxsiyyətin tamamilə müstəqil və fərqli bir şəxsiyyətdir. Bu şəxsiyyət haqqında düzgün tarixi bilgilər və hicri tarixlər bundan ibarətdir. Kimliyi və elmi məqamı. Pirgülü ya Bərgülü Məhəmməd Əfəndi 11-ci Hicri əsr, 17-ci miladi əsr. Məşhur alimi, fəqihi və müdərrisi idi. O, özəlliklə dini elmlər, əxlaq və şəriət qaydaları üzrə yazdığı əsərlərlə tanınır. Məşhur əsəri Təriqət-i Muhammediyyə şərhi və ya vəzləri. Bu alimin ən böyük fəaliyyəti İmam-ı Bərgevinin 5-ci Hicri əsri deyil, 10-cu əsrdə yaşayan məşhur alim məşhur bir vaiz idi. Onun vəzləri və yazıları o dövrün Osmanlı mühitində əxlaqi diriliş və dini faydalar
qaydalara əməl etmək baxımından çox təsirli idi. Tarixlər, Hicri. Həyatı o 11-ci Hicri əsrin ikinci yarısında fəaliyyət və əlif. Onun fəaliyyətlərinin və ya əsərlərinin köçürülməsinin ən fəal dövrünə təsadüf edir. Vəfat tarixi. Bəzi qaynaqlarda vəfatı 1092 Hicri ilə yaxın qeyd olunur. Başqa bir kitab və mövzusu. Əgər sizin əlinizdəki bu başqa kitab, amma hər halda rəhmətən vasiətən nün cəm etdüci risali etiqadati və ibadati cami olub əvam və xavas və xas anun ilə müntəfi olmuşlardır. Və lakin muamilat babında bey və şiradə bey almaq, şira satmaq ehtimal verirəm bu cür olacaqdır. Və sair xüsusidə ribadən və ribava yazılıbdır. Ribadən və fəsaddən xilas olmaq üçün lisan-ı türki üzrə bir risali məşhur və mütədavil olmadıysa bunun birlə ki bu dəxi ziyadə mühüm olandandır. Zira ki bu adən yazıbdır. Ribuadən ehtimalən vavla yazılmış riba olmuş rəbəvidən, rəbəvadən məsələn cəhb olacaq. Rəbəvadən ribalərdən yəni. Rəbəvadən qurtulmayıb qərq olur. Nitəkim Həzrəti Əli kərramallah və cəhudən mənquludur ki mən itəcərrə qəblə ən yettəfəqəhə fəqəd ərtəzəmə belə bir şeydir oxunmur. Firriba, ərtətəmə firriba ehtimalən. Sümmə ərtətəmə, bəli ərtətəmədir. Ərtətəmə firriba, sümmə ərtətəmə firriba. 3 dəfə Həzrəti Əli əleyhissalam bunu, yəni qərəqə fihi limədyi imdi. Muamilatı əzimət edəm ki, yəni eləyəm ki. Əzimət edəm ki, muamilat babında lisan-ı türki üzərə bir risalə cəm etdim ki, anun ilə əvam-ı nas müntəfi olub. Bu fəqir dəxi əhibbai dəminə səy etdirib. Əhibbai burada bir sı qoyubdur, nə mənədir? Dəminə səy etdirib məsləkinə suluk edənlərə bir münasib edənlərə bir münasib olmaq ilə yevm-i həşridə anlar ilə həşr olunmağa bir əmniyyə ümmid ola və yevm-i həşri və əhvəllərini əhval burada iki gözlü heylə yazıb, hidayət heylə və əhvəllərini fikr edənə lazım olan budur ki cəmi umurini ibadatidə və muamilatdə şər-i şərifə uydurmaq, yəni ondan mütabiq aparmaq. Şər nədir? Onunla muamil eləmək. Şər-i şərifə uydurələ əl-ismətu lillah. Günahsızlıq fəqət Allaha qismətdir, insana deyil. Çox gözəl deyibdir. Onun üçün də ismət hər halda bundan geçək. Əl-ismətu lillahi taala və bit-tövfiq. Bu risalə bir müqəddəmə ilə 3 bab və bir xatimə üzrə tərtib olunmuşdur. Müqəddəmə səfər əhvali və bazara gedib gəlmək əhvali bəyanındadır. Müqəddəmə odur. Bab əvvəl bey-i şiradə fəsaddən və kərahiyyətdən səqinmək bəyanındadır. Səqinmək, saxlanmaq, çəkinmək, uzaq durmaq. Bab-ı sani ribəvadən səqinmək bəyanındadır. Bab-ı salis muzarəədə fəsaddən səqinmək bəyanındadır. Səqinməğün bəyanındadır. Xatimə nədir? Kəsb-ü xəbis olanları bəyanındadır. Xatimə də
onlar ki, kəsbləri xəbisdir. Müqəddəmə. Səfəri mübarək nəsnədir. Səfər mübarək nəsnədir. Xüsusən ki, tələbi elm üçün ola, yaxud dini hifz etmək üçün ola. Nətəkim hədis-i şərifdə buyurulmuşdur. Mən fərrə bi dinihi min ərzin iləl ərzi və innə şibərən istoucibə ləhu el-cenne və kânə rəfiq İbrahim aleyhissalatu vesselam və rəfiq Muhammedin sallallahu aleyhi vesselam. Yəni bir kimsənə dini səqləmək üçün bir vilayətdən bir axər vilayətə getsə, nə qədər yəqində olursa, nə qədər yəqində olursa, onun üçün cənnət vacib ola. Və dəxi Həzrət İbrahim və Həzrət Muhammed aleyhissalatu vesselamın yoldaşı ola və ticarət üçün olan səfər dəxi niyyət ilə səvabıdan xali olmaz. Yəni, səvabı çoxdur. Zira hüsn niyyət ilə dünya əməli və axirət əməli olur. Hüsn niyyət ilə dünya əməli, əməl yəni dünyada əməl olur və axirət əməli olur. Və yerəhu mən niyyət ilə axirət əməli, mən niyyət ilə axirət əməli dünya əməli olur. Yenə də axirət əməli dünya əməlidir. Əvvəl də dünya əməli axirət əməli olur, sonra da çevirdi ki, axirət əməli də dünya əməli olur. Bu çox ciddi bir şeydir. Yəni o şey ki, əkərsən, onu biçərsən. Orada bir iş görməyəcəksən, buradan fərqli olsun. Yəni sən həman adamsan. O bizim bir pis məsələmiz var, amma burada işlətmək ola bilər. Deyir ki, bir quş ki yuvasını batırır, hər yerdə yuva qursa elə oranı batıracaqdır. İndi bu da bir adam ki bu dünyada yaşayır, o dünyada da onu yaşayacaqdır. İndi ticarət niyyəti ilə səfərə gedən altın götürdüyü, alıb götürdüyü, altub yazıb əlbəttə burada, altub götürdüyü şeylərdən müsəlmanların nəf-i görməsin qəsd edə və kəsb ilə mə'mur olunduğu cəhətdən Allah-u Teala'nın əmrinə inqiyad edib təhsil etdiyi şeylərdən mə'mur olubnan şükrə ehtimalən sərf etmək niyyət edə və səfərə çıxmaq murad etdikdə isneyn kəvani yaxud xəmis günü, isneyn günü, kəvani o əlif niyə orada gəlibdir bilmirəm. Kiçik bir əlifdir, ehtimalən bilmirəm, bəlkə də sakin, əlbəttə sakin deyil, amma pəs səfərə çıxmaq murad etdikdə isneyn günü, biz düşənbə deyirik indi feylən, yaxud xəmis günü, cuma axşamı çıxmaq münasibdir. Və dəxi ayın axərinə 3 qala qaldıqda çıxmaq gərəkdir. Ayın da baxsa axirindən 3 gün qalır ki, ay qutarsın onda. Ona da deyir əyyamul beyz. O da o 3 günü deyir. Və dəxi günün əvvəlində çıxa öylədən sonra və axşamdan sonra çıxmaya çıxdığı vaxtda öndə 2 rəkət namaz qıla və dəxi bu dua oxuya. Tamam. Bunu da bu kitaba yaxın bir kitab oxumuşuq. Gedək bu kitabın son səhifələrindən ortalarından biraz oxuyaq. Yəni 30-cu səhifədir. Bura gedək 40-cı səhifəni oxuyaq. Hara getdik? Tamam. Kitabın axirlərinə yetişmişik. 40 deyəndə elə olur təqribən kitabın axirləri. Burada bir hədisdir, ayədir, nədir onu yazıbdır. Deyir ki, və dəxi riba mali ki bərəkatini gedərər. Riba daxil olan mali həlak edər. Kəma qalallahu Teala yemhəqullahə tərbu ya tərba və yərbi əs-sədqat. İmdi aqil olub axirətin xofini düşünə nə lazımdır
ribanın əhvallərini bilib ziyadə sakınmağa səy edə. Bilinə ki, riba iki qismidir. Biri fəzl ilə, yəni ziyadə və biri səbəb ilə və birisi ilə və qatıllanması ilə. Nə mənə? Və bir səbəblə və qatlənməsi ilə olur. Burada bir şey yazıbdır, o birisi səhvənin içi düşüb buna. Ziyadəsi riba olmaz. İkisi ilə birdən olduğu əvəzini cins ilə qəddədə. Nə mənə? Daha oxuya bilmədim bəzisini. Gedək kitabın sonuna baxaq və sonunu əlbəttə oxumuşduq, amma gedək yenə də bir baxış verək və qutaraq. Son 3 səhifəni oxuyaq. Bunlardan maədasinin sözünə etimad olunan kimsələrdən xain görmüş yoxdur. Əksər xalq bu ki mübtəladır. Əksər xalq buna mübtəladır. Dini məğrur olmaqdan səqinmək gərəkdir. Və qəd qalə Füzeyl ibn Abbas ma mə'na الرم طریق الهدى ولا یضرک فله السالکین و ایاک و طرق الضلاله ولا یغتر بکثرة الهالکین. و دخی مدرسه و زاویه و اماست و موزنün bu asli sənbələrin ya mənədi bunu oxuya biləm və vəqfini biyədihi şərti vaqifə riayat etməyib yaxud əda xızısında qüsur etmək bu dəxi kətbi cənbisdir. Nə mənədir? Kütübi xəbisdir ehtimalən. Caiz dəcüldür. Zira nitəkin bey-i şira şər-i şərifün caiz gördüyü vəchi üzərə olunca halal olur. Caiz olduğu gibi bunlar dahi şər-i şərifin caiz gördüyü vəcd üzərə olub. Və dahi şərt-i vaqifə vəqf eləyən riayət edib hizmətində qüsur olunmayacaq. Halal təyyibdən əsla çox elə bir etmişik. 5 dəfə olacaqdır. Əsla həlfində şübhə yoxdur. Amma şər-i şərifin caiz gördüyü vəcd üzərə olmasa, yaxud şərt-i vaqif riayət etməyib ədai xizmətdə qüsur olsa, ol dəxi haramdır. Da kətəbə xəbis olmuş olur. Ya kəsb ehtimalən olacaqdır. Kitab çox şey olubdur. Yəni su geçibdir filan, çox kəsb xəbis olmuş olur. Allahu ələm bis-səvab və ileyhil mərcəi vəl-məab. Bu risalədə olan məsail hər nə ki var isə bir qaç kitabdan əxz olunmuşdur. Və fətvai Qazi xan, xulasi Qazi xan, əşbahi nəzair dürəri qurər yəltəqi İlla behər əl-əbhəri məcalis. Ehtimalən kitabdılar bunlar. Nə mənədir? Və fətvai Qazi xan, xulasi Qazi xan, işari nəzair kitab adıdır. Dürəri qurər yəltəqiyyül əbhəri məcalis
ehtimalən Yəltəqi bir kitab adıdır. Əbhərül Məcalis, Əl-Əbhərül Məcalis bir ayrı kitab adıdır. Əl-Əbhərül Məcalis Rumi, Təbyin özü bir ayrı kitab adıdır. Məharimdir ya təharimdir, belə bir şey yazılıbdır. Bu da bir ayrı kitabıdır. Şərh-i Şər'ə, bu da bir ayrı kitab adıdır. Təriqə-i Mühəmmədiyyə, bu da bir ayrı kitab adıdır. Bunlardan qeyri kitabıdan əxz olmamışdır ki, məhəllinə mürcəət murad edən kimsənəyə asan olub, şübhədən xilas ola. Elhamdülillahi'llezî hedâna lihaza və ma kunna linehtediye lawla en hedanallah. Allahümme cealna minellezîne ya'lemûne lirzâike ve ya'melûne lirzâike ve yerzûne ligezâike ve ye'emrûne bi evâmirike ve yentehûne an nevâhîke. Allahümme ec'al khatimetna kheyren bi hürmeti habibikel Mustafa ve nebiyyikel Mustafa aleyhi efselis salat ve ekmelit tehiyyat ve ala alihi ve ashabihillezine fazu. Ehtimalen bunu qələt oxuram, amma bi efzel keramat آمین یا رب العالمین. قد وضع الفراغ من جمیع هذه الرسالتی bu 50 sadeymiş, ona göre biləsiz. Fi əvaili zilqədə əş-şərifə səni vahidi və tes'inə və əlif min hicrətin nəbəviyyə aleyhisselam. Burada da kitabın qırağında da özü elə mühasibələrin elirmiş, al-satmaların bu kitabın qırağında yazıbdır. Kitabın yazarın bilmədik kimdir. Adını bildik ki, elmi haldır. Tarixini tapdıq ki, 1091-də yazılıbdır. Bildik ki, çağ Sultan Avcı Məhəmməd ibn Sultan İbrahim ibn Sultan Əhməd xanın olubdur ki, Sultan özü 1051-də doğulubdur, 1104-də də Allahın vəfatına gedir. Yəni 53 il yaşayıbdır. Bunun da 30 çox, əlbəttə niyə deyir 30 il? Mən bunu bilmədim. Çünki 7 yaşı ilə 99-un arasında bunu bir iş görək də, deyək ki, maşın hesabda bunu hesablayaq. Əvvəl kitabın tarixini hesablayaq. Deyək ki, üst-üstə, bu əlbəttə bir yerdə bir şey yazmışdı. Biz bunu, ya bu şey dedi, Cimnay dedi ki, bu adam kitabı hududən 1090 hududunda yazıbdır. Biz də deyək ki, 1090-da yazsa, buna əvvəl gərək bu da deyək. İndi 1447-dir. Bundan çıxsaq 1090. Bu kitab 357 il bundan qabaq ən azından yazılmış olar. 357 il öncə yazılmış. Bu birinci kitab, əlyazma kitab. Bu beləsi. Özdə iqtisad haqqındadır, alver haqqındadır. Şər üzərə alver, riba və filan bunlardan danışır. Çox ciddi məsələlərdir və toplumun əsli məsələsidir əslində. Bank məsələsi filan zadı, hamısı buradan gəlir gedir. Ki, indi mütəəssifanə mənim təcrübəm və yaşamda görsənir ki, o bahlar ki, adı İslami bahdir, İran və Pakistan və Türkiyəni deyə bilərəm. Bu üç məmləkətdən ki, azdan çoxdan bunlardan biraz xəbərim var. Bunlarda İslami bank dedikləri iki cürə bah vardı bunlarda. Özəlliklə Pakistanda iki cürə bah vardı. Biri qeyri-İslamidir, biri İslamidir. İslamilərdə o mənfəət ki alırlar, riba ki alırlar, 40%-ın gedə bilir. Qeyri-İslamilərdə aşağıdır. İranda ki İslamidir 50%-ın gedə bilir. Türkiyədə də keçən il 50%-ı gəlmişdi, yetişmişdi. Bu illəri gətirib elə bir 40 neçə faizə yendiriblər. Yəni 1 milyon lirə qoysan, ilbaşı riba hesablamır. Yəni adını dəyişdir. Deyir, sən mənə pul verirsən, mən bunu ticarət edəcəm. Ticarətimin sənə faydası bir belə olacaq bu illəri.
fix verir. Orası biraz riba eləyir. Fix verməsə, desə ki, məsələn 50 ilə, məsələn 40 ilə 50 arasında verəcəm, İslami nəzərdən düz olar. Fix olanda elə bir riba olur. Mən onu dəqiq bilə bilmirəm. Əlbəttə bunu deyim ki, mənim bu haqda məlumatım yoxdur. Və hətta Hövzə Elmiyyədə dərs oxuyanda da bu qismətə yetişmədim, oxumadım. İxrac elədilər məni. Bir növ ünsuri namətlub hesab oldum da ixrac oldum. Ayətullah Mələkuti dedi ki, biz təxtədən molla yollanırıq, sənə ehtiyacımız yoxdur. Mən də dedim, indi ki, təxtədən yollanırsınız, adama ehtiyacınız yoxdur, mən də oxumuram. Hər halda. Bu kitab 357 il, hududən, yaxı 360 il zat bundan qabaq ən azı bu kitab yazılmış olacaqdı. Bunu oradan oxuduq və bildik. Beləliklə, bu günləri iki kitabla tanış olduq. Hər iki kitab Avçı Məhəmməd Qazixan, Sultan Məhəmməd dədəsinin adı Sultan İbrahim, babasının adı Sultan Əhməd xan Həzrətləri Allah hər üçünə rəhmət eyləsin. Bunun dövründə bu kitab, iki dənə kitab yazılıbdır. Aha, bunu çıxardacaq idim. İndi bu kitabın tarixini çıxartdıq. İndi nə elədim onu mən bağladım, getdi, ehtimal verirəm. İndi buradan istəyirik görək ki, bu adam 1054-də doğulubdur. 1058-də səltənətə çıxıbdır, beləsi deyək. 1058-də səltənətə çıxıbdır və 1099-da səltənətdən indirilib. Kodiyama 41 il bu adam, Allah Teala rəhmət eləsin, bu xanımız, bu xaqanımız 41 il səltənət eləyibdir və bizim məmləkətlərimizi, insanlarımızın canını qorumağa çalışıbdır. Bu günləri bu iki kitabla tanış olduq. Birinin adı Cəvahirül Hikmə, yazarı Razi Hüseyn ibn Məhəmməd Ahmədidir ki, yenə də Sultan Məhəmməd xan zamanında yazılıbdır və elə onun da yazılış şeyi 370 il olar. Elə o hududda, yəni 160-370 illərində bu kitabı yazmış olar. Və ikinci kitabda Nəsihətül Muluk, o nə mənədir, onu bilmədim, niyə yazmışam o kitabdan. İkinci kitabda dedik ki, Elm-i Hali Muamilat. Bu da muamilələr haqqındadır. Bunun yazarını bilmədik kimdir, amma geri də elə o Sultan Məhəmməd xan Həzrətlərinin ki, Allah Teala rəhmət eləsin, onun dövründə yazılıbdır və bizə yadigar qalıbdır. Allah Teala bu kitabı yazanlara rəhmət eləsin, ruhlarını şad eləsin, onların ruhlarını bizlərə duacı eləsin inşallah. Biraz dədəmə, biraz babalarıma və biraz da Şərəf xanımın dədəsinə, nənəsinə, qardaşına rəhmət eləsin, göndərsin. Günüz, gecəz xeyirə qalsın. Allah'a tapşırıram. İnşallah Allah ömür versə